naborat qızışır. Bunu pazarlık içidir ama. Halde düşdü partladık için. Hayvan qaşqın deyil. Vaxtında və yerli-yerində danışacaqlarımızın vaxtı gəldi. Mən Azərbaycan Respublikasının bu ağır devrində bu yükü özlərimə götürmüşəm. Və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri üçün. Bəziləri ona can atırlar, yox. Götürmüşəm ona görə ki, öz bacı qardaşlarıma, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Mən bugün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdi. Onun ruhu qarşısında baş əydi. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdik. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, böyük hərflə başlayan vətəndaş, diplomat, xalqımızın ümumilli lideri Heydər Əliyevin söylədiyi bu kəlamlar günü bugün də hər birimizin hafizəsində, ürəyindədir və əbədi olaraq bütün Azərbaycanlıların həyat yoluna həkk olunub. Həm misilsiz natiq, həm tayı bərabəri olmayan diplomat, həm də insan xislətinin, insan təbiətinin çox həssas bilicisi olan Ulu Öndərimiz və onun vətən sevgisi istənilən dövrdə, günü bugün, gələcəyimizdə yaranan və yaranacaq olan Azərbaycan gəncliyinə bir nümunədir. Ölüm sevinməsin qoy, ömrünü vermir bada el qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdı dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Doğma elini, obasını, Azərbaycanını öz canından, öz həyatından daha çox sevirdi Ulu Öndərimiz. Və onun ən böyük arzusu Qarabağı geri qaytarmaq idi. Bugün Ali Başkomandanımız, Cənab Prezidentimiz İlham Əliyev və bütün Azərbaycanlılar başı uca, alnı açıq, tam ürəklə Ulu Öndər, biz sənin vəsiyyətini yerinə yetirdik, deyirik. Ulu Öndərin 17-ci anım ilində, anım günündə biz ümumilli liderimizi, Azərbaycan mədəniyyətinin hamisini, hamının, kiçikdən böyüyə hər kəsin sevimlisi olan Heydər Əliyevi anırıq və dünən də, bugün də, gələcəkdə də biz elə onun kimi Azərbaycanlı olmağımızla fəxr edirik və edəcəyik də. Əziz tamaşaçılarımız, bugün Ulu Öndərimizin əziz xatirəsini yad etmək, onunla bağlı xatirələrimizi bölüşmək üçün studiyamıza dəvət etdiyimiz qonaqlarımız var. Mən onların hər birini ürəkdən salamlayıram. Xoş gəlmişsiniz Xəzər televiziyasının efirinə.
Azərbaycanımızın xalq artisti, gözəl xanəndəmiz, gözəl musiqiçi Simariya xanım İmanova bugün bizim studiyamızın qonağıdır. Xoş gördük, əziz Simariya xanım. Şən və Hazır Cavablar klubunun, Bakılı Oğlanlar komandasının üzvü, hamının çox yaxşı tanıdığı və çox da sevdiyi Vado Karovin bugün studiyamızda qonaqdır. Sizi də çox xoş gördük, Vado mənim. Respublikamızın daha bir xalq artisti bugün bizimlə bərabərdir. Onun səsində həmişə Azərbaycançılıq duymuşuq, onun mahnılarında həmişə vətənə sonsuz sevginin şahidi olmuşuq. Zaur Rzayev bugün bizimlə bərabər Ulu Öndəri yad edəcək. Xoş gəlmişsiniz Zaur müəllim. Birinci Qarabağ döyüşünün iştirakçısı məhz o iştirakçıdır ki, onun toyunda şəxsən Ulu Öndərimiz iştirak edib. Bugün Tuqay Rzayev bizimlə bərabər Ulu Öndəri yad eləyəcək. Xoş gəlmişsiniz Tuqay müəllim. Günün qürurundan, yad etdiyimiz insanın əzəmətindən, hər birinizin həyatında onun rolundan, hafizənizdə, xatirənizdə hansı şəkildə qaldığından danışacağıq. İzninizlə, hörmətli bəylər, Simariya xanımdan başlayacağıq. Simariya xanım, 1997-ci il idi. Şərq Təranələri Beynəlxalq Festivalında o dövr üçün, elə günü bugün üçün də miqyasına baxsaq, son dərəcə mötəbər, çox böyük miqyaslı, təntənəli bir festivalda 45 ölkə arasından Azərbaycan Grand Prix, hətta 46 ölkə arasından Azərbaycan Grand Prix mükafatına layiq görülür sayənizdə. Və əlbəttə ki, mən bayaq da təqdimatda söylədim, Ulu Öndərimiz Azərbaycan mədəniyyətinin, mədəniyyət xadimlərinin hamisi, dostuydu. Yəni, heç bir mədəniyyət xadimi onun diqqətindən kənarda qalmazdı. Mədəniyyət xadiminin hər hansı bir nailiyyətini mütləq şəkildə qeyd eləyərdi. Və məhz sizin o Grand Prix mükafatına sahib olmanızdan dərhal sonra Ulu Öndərin göstərişi ilə, müvafiq sərəncamı ilə siz əməkdar artist adına layiq görülürsünüz. Bax, o dövrdə, o yaşda olan gənc xanəndə, bugün də çox gənc və gözəl görünən Simariya xanım İmanova üçün o dövr hansı xatirələrlə qalıb, o görüşü necə xatırlayırsınız, nələr deyilmişdi sizə? Öncədən Leyla xanım, təşəkkürümü bildirirəm sizə ki, bəs bugün məni dəvət eləmişsiniz. Nə xoş mənə ki, mənim Ulu Öndərimizlə çox xoş xatirələrim var. Əlbəttə ki, bu xatirələr mənim üçün çox əzizdir və çox doğmadır. Bayaq qeyd etdiyiniz kimi, mənim ilk sənətə, ilk addımlarımda Ulu Öndərimizin bildiyiniz kimi gəncliyə çox böyük diqqət və qayğısı var idi. Və o gənclərdən biri də mən idim. Məhz onun diqqəti ilə, onun istəyi ilə mən 97-ci ildə Şərq Təranələri festivalında iştirak elədim. Və əlbəttə ki, burada 46 ölkə musiqiçiləri arasında ən ali mükafat Grand Prix-yə layiq görüldüm. Bilirsiniz, o qədər xatirələrim var Ulu Öndərimizlə. Yəni, onu danışmaqla bitməz. Mən həmişə demişəm ki, özümü xoşbəxt sənət adamı hesab eləyirəm ki, məhz mən Ulu Öndərimizin diqqət və qayğısını görmüşəm. Və mən deməli 97-ci ildə Grand Prix mükafatı alandan sonra Şərq Təranələri festivalında deməli yadımdadır, Gülüstan Sarayında dövlət tədbiri idi. Orada bildiyiniz kimi Ulu Öndərimizin sənət adamlarına çox böyük bir qayğısı da var idi ki, diqqəti var idi ki, konsertdən sonra səhnə arxası görüş olurdu. Hamı onu gözləyirdi. Bəli, hamı, hər birimiz gözləyirdik doğrudan. Tamaşalardan sonra o görüşü gözləyirdik ki, görək bizim haqqımızda nə deyəcək. Deməli, səhnə arxası görüşdə Ulu Öndərimiz gəldi. Biz də necə sevinə-sevinə, necə... Mən də təbii ki, gənc bir ifaçı gözləyirəm ki, yəni Ulu Öndərimizin nəsə mənə bir gözəl bir söz desin. Deməli, mənə dedi ki, sənin haqqında çox gözəl sözlər mənim qulağıma çatır. Bəs mən bunu demək istəyirəm ki,
sən Grand Prix mükafatı alandan sonra Özbəkistanın prezidenti mənə zəng eləmişdi. Özbəkistanın prezidenti mənə zəng elədi ki, Heydər Əliyev, bəs Azərbaycandan bir balaca bir qızcığaz gəldi bizim xalq artistimiz Munacat Yolçuyevanı gerdə qoydu və ən böyük mükafat Grand Prix mükafatını aldı, apardı Azərbaycana. Yəni, dedi, hələ bir gülüş üçün də bu sözü dedi, mən inanırdım ki, sən Grand Prix-ni alasın. Birdən əgər sən birinci, ikinci yeri götürsən, heç mən sən Azərbaycana qoymazdım. Belə gülüş üçün dedi, mən inanırdım ki, sən Grand Prix-yə layiq görüləsən. Mən bəs elə o gündən sonra da demək olar ki, böyük tədbirlərdə, dövlət tədbirlərində və xarici səfərlərdə ulu öndərimizlə bərabər demək olar ki, o qədər xoş xatirələrim var. İnanın ki, Leyla xanım, danışmaqla bu veriliş bəs eləməz. Bilirsiniz, o ifadə etdiyiniz sözləriniz bugün ulu öndərimizi hansı işıqlı xatirələrlə bu studiyada yad etməyiniz bir yana, amma siz danışarkən gözlərinizdəki o parıltını mən görürəm. Çox istəyərdim tamaşaçılarımızın da bir yaxından baxıb izləmə imkanı olaydı və görəydi ki, insanın ürəyindəki adətən gözlərinə yansıyır və o sevgini heç nə ilə gizlətmək olmur. Əlbəttə ki, yəni gənc bir qızcığazın sənətə ilk addımlarından belə bir dahi şəxsiyyəti, ulu öndərin ona diqqət və qayğısı ola. Yəni bunu nə ilənsə əvəz eləmək olmur. O mənim ürəyimdə həmişə yaşayır. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. Onun ruhu şad olsun. O mənim ürəyimdə hər bir vaxt yaşayacaq. Mən doğrudan həmişə deyirəm, bir də demək istəyirəm ki, mən özümü xoşbəxt sənət adamı hesab eləyirəm ki, məhz ulu öndərimizin diqqət və qayğısını görmüşəm və onunla bərabər çox xoş xatirələrim var. Təşəkkür edirəm Sümarə xanım, çox sağ olun. Həqiqətən də xoşbəxt insansınız və ümumiyyətlə ulu öndərlə heç olmasa bir dəfə ünsiyyətdə olan hər bir kəs onun diqqətçiliyini, onun həssaslığını mütləq şəkildə qeyd edir. Yəni, fəaliyyət sahəsindən asılı olmayaraq Azərbaycan üçün çalışan, Azərbaycan adına nəsə etmək istəyən hər bir kəs ulu öndərin nəzərdə və diqqətində idi. Xüsusilə əgər biz Azərbaycanın 30 illik bir dərdi, şükürlər olsun ki, bu il həmin dərdimizə nəhayət çarə tapıldı, bizim yaralarımız sağaldı. Məhz Qarabağ uğrunda vuruşan Azərbaycanlılar, bizim oğullarımız, qardaşlarımız, böyüklərimiz, onlar da hər zaman ulu öndərimizin çox böyük həssaslıqla qeyd etdiyi insanlar olub və mütəmadi olaraq onlarla həm maraqlanıb, həm onları ad-baad tanıyıb və hətta Tugay müəllimin təsdiqləyəcək, o qədər tanıyıb ki və o qədər həssas münasibət göstərib ki, Birinci Qarabağ döyüşünün müharibəsinin iştirakçısı Tugay Rızayevin hətta toyunda belə iştirak edib ulu öndərimiz. Əvvəlcə kadrlara baxaq, Tugay müəllim, sonra qayıdaq və xatırlayaq. Birinci Qarabağ müharibəsinin iştirakçısı Tugay Rızayev. Tugay müəllim, necə xatırlayırsınız o günü? Ulu öndərin gələcəyini bilirdinizmi? Mən sözün onun gələcəyini bilirdim, amma inanmırdım ki,
bir o qədər gələcək o toyda iştirak eləyəcək. Əvvəldən axıra qədər orada iştirak Hətta eləyəcək. əvvəldən axıra qədər iştirak. Əlbəttə, toy başlayandan sağlana qədər orada oturdu, iştirak elədi. Harada keçirilirdi mərasim? Biləsuvar rayonunda, Çadır şəhərciyində. Necə qarşılandı insanlar tərəfindən? İnsanların tərəfindən çox gözəl qarşılandı. Yəni, orada hamıda ruh yüksəkliyi var idi. Gəlir, insanlar hamısı çıxmışdı ora yolun qırağına. Maşın getməyə hətta yol da yox idi. Əskərlər onları qırağa çəkirdilər ki, yol açılsın. O vaxt insandan orada yer yox idi. Qaşqınlar hamısı çıxmışdı onu görmək üçün də, yəni yaxından görmək üçün. Yəni xalqın həqiqətən də sevimlisi idi və kiçikdən böyüyə hər kəs ona yaxınlaşmaq istəyirdi. Əlbəttə, hamı yaxınlaşırdı. Nədir, çadırın üstünə çıxıb, çadırın üstündən baxanlar da hətta var idi. Tuqay müəllim, Ulu Öndərin gəlişi bir növ dövlət başçısının, rəsmi insanın gəlişi idimi, yoxsa nə bilim, hamı kimi toyda əyləşib, yemək yeyib, rəqs etdimi heç? Əlbəttə, əvvəldən axıra kimi orada yeməkdə yedi, rəqs elədi, orada hətta insanlara yaxından ünsiyyətdə oldu, çox yaxından. Bizim deyəsən, məsələ bax bu anı özündə ehtiva eləyən kadrlarımız olmalıdır. İstəyərdik baxaq və sonra davam eləyək. Baxaq. Sadə xalqın sevimlisi, sadə xalqın özü qədər ona yaxın olan Ulu Öndərimiz, uşaqlar üçün Heydər Baba, böyüklər üçün Ağsaqqal, hami, himayədar, bax, bütün bu keyfiyyətləri, bütün bu xüsusiyyətləri özündə birləşdirən bir dahi şəxsiyyət Heydər Əliyev. Bax, onun necə həvəslə ən yaxın insanının, ən yaxın qohumunun toyunda iştirak edərmiş kimi qol qaldırıb oynaması. Və mən belə başa düşdüm ki, iki cütlük həmin günü ailə həyatına qədəm qoyurdu. İki cütlük idi. Biri Cəbrayıl rayonundan idi. O şəhid qardaşı idi. İki şəhid veribdilər. İki şəhid qardaşı olubdu. Azərbəy. O da mənlə bir yerdə ikimizə toy elədi, Ulu Öndərimiz. Orada, yəni, o biraz ruh yüksəkliyi yox idi onlarda, şəhidlər olduğuna görə. Çox da elə qol qaldırıb oynamaq istəmirdilər. Amma Ulu Öndərin gəlişi yəqin ki, onlara bir növ təsəlli oldu. Oğlanın anasını qaldırdı, oynatdı və onun solunda, Ulu Öndərin sol tərəfində olan qadın mənim anam idi, Rüba xanım. Orada, yəni, onları birinci qaldırdı ki, şəhid evladıdır. Bəli, onların könlünü almaq üçün. Könlünü alsın. Təbii ki, təbii ki. Görün, bir qəzet gətirmişsiniz. Yəqin ki, orada bizə danışmaq istədiyiniz, söyləmək istədiyiniz nələrsə var.
Burada yəni bu şəkillər də var, toyda çəkilən şəkillər. Toyda çəkilən şəkillər. Olarmı mən onları bir sizdən götürüm? Yaxşı, həm baxaq, həm göstərək. Adətən toy şəkillərinə baxmaq həqiqətən maraqlı olur. Amma xüsusilə əgər Ulu Öndərin iştirak etdiyi bir toy məclisindən söhbət gedirsə, elə bax, Ulu Öndərin o rəqs etdiyi fraqmentlər, kadrlar 99-cu il. Bəli, 99-cu ilin mart ayının 19-udur. Mart ayının 19-u. Elə Novruz bayramı ərəfəsində baş tutubdu bu gözəl məclis. Baxın, Tuqay müəllim və Tuqay müəllimin haqqında danışdığı Azər müəllim iki ailənin qurulmasında iştirak edib. Tuqay müəllim, bu ağbirçəkləri də bizə bir tanış edərdiniz. Yəqin ki, biri... Sol tərəfdəki mənim anamdır, sağ tərəfdəki şəhid oğlu Azər bəyin anasıdır. Və hər iki cütlüklə bərabər rəqs edən Ulu Öndərimiz. Üzü ər günəşə, belə bir məqalə görürəm həmin əlinizdə tutduğunuz qəzetdə. 2007-ci ildə yazılıb, bax, həmin toy haqqında, bizim bugün haqqında danışdığımız həmin toy haqqında. Yenə də Ulu Öndərin şəkli və o toyda iştiraki, o toydakı yaşananlar haqqında Ulu Öndərin bir Qarabağ döyüşçüsünə, iki Qarabağ döyüşçüsünə göstərdiyi diqqət, qayğı, Süleymani oyun havasının sədaları altında çox rahat rəqs edən prezidentə heç 76 yaş vermək olmaz. Çox gümrah və şux görünür kimi, bax, bir məqam diqqətimi çəkdi. Onu o qədər şux, o qədər gümrah saxlayan, elə onun həm xalqa olan sevgisi, həm də xalqının ona olan böyük sevgisi, etimadı idi. Tuqay müəllim, bugün həm də Azərbaycanımızın artıq bir Qarabağ dərdi çarəsi tapılmış Azərbaycandır. O Qarabağ müharibəsi sizin də həyatınızdan keçib və sizin də bugünkü qələbənin qazanılmasında müstəsna xidmətiniz var. Bugün qalib Azərbaycanın vətəndaşı kimi özünüzü necə hiss edirsiniz və bugün artıq tamam fərqli emosiyalarla, tamam fərqli hisslərlə biz Ulu Öndəri yad edirik. Bəli. Allah Ulu Öndərə rəhmət eləsin və bütün şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərimizin anaları qarşısında baş əyirəm və onların əllərindən öpürəm ki, onlar belə böyük övladlar yetişdirib torpağımızda şəhid oldular. Onların əllərindən öpürəm və bütün qazilərimizə şəfa diləyirəm. Teşekkür ederim. Çok sağ olun. Tuqay müəllim, mən bir məqamı da istəyirəm vurğuluyum. Əgər səhv etmirəmsə, sizin ananız belə bir vəsiyyətdə bulunub ki, evladlarına qızın olsa adını Zərifə, oğlun olsa adını Heydər qoyarsan. Nəticə necə oldu bəs? Qızım oldu, adını Zərifə xanımın adını götürdük. Anamın vəsiyyəti oldu. Anam dünyasını dəyişənə kimi dedi onu. Dedi ki, sənə tapşırıram. Oğlun olsa Heydər qoyarsan, qızın olsa Zərifə xanımın qoyarsan. Mən də onun vəsiyyətini yerinə yetirdim. Zərifə xanım qoydum, qızım oldu, Zərifə xanım qoydum onu. Allah saxlasın. Bir övladınız var? Xeyr, 3. 3 övladınız var, ay maşallah. Digərləri də? Biri qızdır, axırıncı oğlandı. Atamın adını götürmüşəm ona. Lap yaxşı. Allah can sağlığı versin. Sağ-salamat böyüdəsiniz övladlarınızı və onlar da qoy elə sizin hər zaman özünüzü ağartsınlar. Onlar Azərbaycanımıza, Azərbaycancılığa layiq vətəndaşlar kimi yetişsinlər və fəxr etsinlər ki, onlar qalib Azərbaycanın vətəndaşlarıdır. Ulu Öndərimizin diqqətindən heç vaxt heç nə kənarda qalmazdı. Azərbaycan idmanı olsun, Azərbaycan mədəniyyəti olsun, Azərbaycan elmi olsun. Fərq etməz, hansı sahə olursa olsun, hər bir sahənin nümayəndəsi Ulu Öndərdə özünə bir dost, bir himayədar, bir arxa dayaq görürdü. Hamımız çox gözəl xatırlayırıq. Şən və Azcavablar klubunun Bakılı Oğlanlar KVN komandasının konsertlərini, o zarafatların üzərində böyük bir nəsil formalaşıb Azərbaycanda və o konsertlərə hər zaman baxarkən Vado bəy, Ulu Öndərin iştirakını mütləq şəkildə görürdük. Tək yox, ailəsi ilə birlikdə iştirak edirdi. Ən sərt, ən kəskin zarafatlara belə
onun gülümsəməsi, onun ürəkdən münasibət göstərməsi və bir növ aktyorlara ürək dirək verməsi bununla ki, düz eləyirsiniz, satira hər zaman lazımdır. Bax, bir fragmenti istəyirəm, baxaq, və sonra qaydaq və sizin fikirlərinizi öyrənək. Təbiidir, bu Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının bir tərəfdən incəsənət, o bir tərəfdən isə ağıl, zəka nümayiş etdirmək nöqteyi nəzərindən böyük bir sərvətidir. Ya bu sərvət bir gündə, 2 gündə olmur, toplanır xırda-xırda. O da ondan asılı olur ki, nə qədər bu komandaya istedadlı insanlar cəlb olunsun. Bu istedad da 2 tərəfli olmalıdır. Bəzən səhnədə istedad olan, yaxşı istedadlı tələb olunmur ki, onun o zəkası da o qədər yüksək olsun. Ancaq burada vəziyyət biraz başqa cürədir. Burada gərək həm artistlik istedad olsun, həm də ki, gərək bilik olsun, zəka olsun ki, həm suallara cavab tapır bilsin, həm də ayrı-ayrı səhnələri göstərə biləsiniz. Bayaq Simarə xanım söylədi, Ulu Öndərin tamaşa bitər-bitməz səhnə arxasına ifaçıların, aktyorların yanına gəlməsi aktyorlar üçün hamının çox gözləndiyi bir məqam idi. Görəsən nə deyəcək, görəsən bizi tanıyırmı, görəsən bizə şəxsən müraciət eləyəcəkmi? O günləri necə xatırlayırsınız? Ulu Öndəri parodiya olunması, yəqin ki, bu haqda danışmışsınız. Bugün də istəyirik mütləq bu məqamı qeyd eləyək. Şəxsiyyətin böyüklüyü öz parodiyasına baxarkən, ailə üzvlərinin parodiyasına baxarkən göstərdiyi reaksiya. Heydər Əliyev üçün biz ilk dəfə 95-ci ildə bizdə burada Bakıda yay kuboku olmuşdu və biz Odessa, Gentlemen Odessa Parni iz Baku arasında oyun keçirmişdi və Heydər Əliyev o vaxtları ilk prezident olan vəzifədə KVN-ə gəlmişdi. Yəni ki, Yeltsin də gəlmişdi, amma prezident olmayıb o vaxtı. Yaxud da kimsə gəlmişdi, ya da Qarbaçov gəlmişdi, artıq prezident olmayıb. Amma Heydər Əliyev tək belə necə deyim, həqiqətli prezident olaraq ilk dəfə gəlmişdi KVN-ə və orada iştirak Prezidentlik dövrü ərzində, fəaliyyəti ərzində. Yəni ki, ilk dəfə o eləsi. Ondan sonra Nazarbayev gəlmişdi, Putin gəlmişdi və s. Amma ilk dəfə elə Heydər Əliyev o tradisiyanı qoyub, ənənəni qoyub və bizim dostluğumuz ondan başladı və ola bilsin ki, bizim bəxtimiz ondan gətirdi ki, neçə dəfə biz konsert vermişik, o qədər Heydər Əliyev gəlib. Yəni ki, belə bir konsert olmayıb ki, o gəlməz. O da, yəni ki, şəxsiyyətini tanıyırdınız, yəni ki, bilirdiniz necə insan idi, necə adam idi. Hər şey dərhal başı düşürdü göydə və siz indi parodiyadan danışdınız və bu parodiyanı həmən bu kanalın rəhbəri bizim sevdiyimiz Murad Dadaşov eləmişdi və əvvəl istəmirdi bunu eləməyə. Yəni ki, bu çox həyəcanlı idi. Necə eləyəcəm, necə qəbul eləyəcəklər, nətər. Yəni ki, həm Heydər Əliyev biraz belə insan idi ki, hər adam onun yanında danışa bilməzdi, nəsə göstərə bilməzdi. Halbuki parodiyandı, yəni ki, özünü. Və amma Murad yəni özünü topladı və onu elədi və çox məharətlə elədi və ondan sonra biz biraz başqa reaksiyanı gözləyirdik. Gözləmirdik, bilmirdik necə ola bilər. Yəni ki, belə bir... Yəni hər cür ola bilərdi. Hər cür ola bilərdi, əlbəttə. Və bəzi insanlar bizi deyirlər ki, eləməyin və bəlkə xoşuna gəlməz və s. Amma biz dedik ki, orada da prinsipial bir mövqeyimiz ondan ibarət idi ki, bu seçki qabağı bir axırıncı seçki qabağı konserti idi
Və biz fikirləşdik ki, şəxsən mənim mövqeyim ondan ibarət idi ki, orada 5 ya 6 dənə namizət var idi. Yəni ki, öz namizədliyi irəli sürmüş və onların arasında tək bir nəfər, yəni ki, Heydər Əliyev baxdırıb, başqa biz ümumiyyətcə heç kimi görməmişik və qəbul eləməmişik. Amma deyirəm ki, əgər biz eləyiriksə bunlara parodiya, onda ən əsas kandidat olan, namizət olan biz necə eləməyik? Yəni ki, bu mövqeyimiz ondan ibarət idi və biz, yəni ki, Anar da onu qəbul elədi və getdi lazım olan adamlara ona başa saldı və biz elədik. Və ilk dəfə Murad çıxanda səhnəyə, orada da çox belə, necə deyim sizə, çətin bir zal idi. Çünki o idman zalı, böyük. Heydər Əliyev adına idman konsert kompleksi. Bəli. Orada da çox böyük bir yerdir və orada danışanda exo eşidirsən. Nəsə deyirsən, bu exo sənə qayıdır və sən anlamırsan ki, səni orada eşitdilər, yoxsa o qaydanda sən eşidirsən. Belə çox, yəni ki, bu idman üçün tikilən bir şey, narahat bir şeydir. Çıxış eləmək üçün çox narahatdır. Və Murad başladı, orada da çox az bir şey idi. Yəni ki, kimsə indi onu hansı bir parodiya, orada bir şey yox idi. Yəni ki, orada bütün namizədlər çıxırdı, öz proqramları söyləyirdi. Siz anlayırsınız ki, necə onlar proqram deyə bilərdilər. Onlar deyirlər. Axırda çıxırdı Murad və Heydər Əliyev obrazında və deyirdi iki cümlə. Deyir ki, gördünüz onları. İndi özünüz seçin, kimə səs verirsiniz. Sağ olun. 2 cümlədir. Və Murad onu deyəndə biz gördük ki, biz də orada səhnədə dayanmışıq. Murad onu dedi, jest elədi, Heydər Əliyevin jesti, sağ olun, başladı qayıtmağa. Biz də görürük sakitçilikdir, sükut. Orada da bir 8.000 nəfər, 10.000 nəfər insan oturub. Sükut və ondan sonra gəldi bir dalğa, gülüşü, alqışları. Səs gedib çatana qədər qayıtana qədər. Murad belə hər şey yaxşıdır. Biz hamımız belə elədik. Təbii ki, təsəvvür edirəm. Və oradan da siz indi dediniz ki, kimsə ona baba baxırdı, kimsə aksaqqal kimi. Biz oradan ona baba baxırdıq. Baba kimi. Biz Heydər baba demişdik ona. Özü də onu bilirdi və qəbul edirdi bizdən. Və mən niyə görə ona dedim? Mən onu həmişə adlandırırım ən vacib tamaşaçı. Birinci tamaşaçı. Çünki bizdən də çox xahiş edirlər ki, Heydər Əliyev olan konsertdə ora bilet istəyirdilər. Ümumiyyətcə bilet istəyirdilər. Bizdə bir cavabımız vardı, kassa sizi gözləyir. Amma deyir, yox, kassada biz bilet alır bilər, amma Heydər Əliyev olan günü konsertdə biz gəlmək istəyirik. Nədir, əhval-ruhiyyəsi başqa idi həmin gün? Birincisi, orada bizdə, əgər yadınızdadsa, sosial yönümlü bir səhnələr vardı. Bəli, parodiyalar da vardı, hansı gülüş vardı, amma sosial polisə aid, balnitsaya aid, həstəxanaya aid, məktəbə aid və s. Belə şeylər, bu sosial yönümlü bir şeylərdir. Biz Heydər Əliyev onu göstərmək istədik ki, vəziyyət necədir bizim gözümüzdə. Belə olur ki, hər kəsi narahat eləyən aktual məsələlər bir növ satira. Böyük bir, necə deyim, prezident kimi bir vəzifədə olan bir şeylər ola bilsin ki, o sahədə işləyənlər düz məlumatı çatdırmır. Hər şey yaxşıdır, hər şey əladır. Amma biz göstəririk ki, amma gülüş prizmasından, yəni ki, bu belə deyil, filan familiya belə elədir, filan familiya. Yox, belədir. Yəni ki, bax, belə, bu cürdür. Amma belədir vəziyyət. O həmişə o gəlirdi, niyə görə istəyirdilər ki, Heydər Əliyev? Onlar nə edirlər? Onlar hamısı, bəlkə də bu vəzifədə işləyənlər, bu sahədə işləyənlər, onlar bilmirlər axı nədən olacaq. Onlar gəlirdilər, baxırdılar. Və o səhnə gələndə, hansı bir sahədən söhbət gələndə, hansı zarafatlar, hansı parodiya, hansı satira olanda, onlar belə edirlər. Baxırdılar, reaksiya necə? Baxırdılar, bəs Heydər Əliyev necə reaksiya verir? Əgər gülürsə, ona ola bilsin ki, keçər. Əgər gülmürsə, o da həmişə bizim, siz indi gördünüz ki, səhnənin arxasına gələndə, ilk növbədə dedi ki, mən başa düşdüm siz nə demək istədi. Yəni ki, həm də biraz şey, amma o qədər yəni ki, çox istəyirdi bizi, həmişə
gəlməyindən bir qırağa bir dəfə biz bir nəfərə parodiya eləmişdik. O da Heydər Əliyev eşitdi ki, bəs o insan çox narahatdır və çox narazıdır və öz narazılığını bildirir və artıq həm də qorxuzur, hansı bir oradan sözlər deyir və s. O da eşitdi, kimsə dedi ona, bəs belə elə filan. O qayıdıb deyir ki, mən başa düşmürəm. Deyir, mənim onlar parodiya eləyirlər. Mən heç nə demirəm. Mənim uşaqlarımı parodiya eləyirlər. Mən heç... Sən kimsən onlara nəsə söz deyirsən? Deyir, mən sizdən xahiş edirəm. Əgər sizə kimsə nəsə desə, siz mənə deyin. Mən o adamla özüm danışaram və onu başa salaram. O, ondan sonra qutardı belə bir şeylər. Mövzu bitdi və yenə də nəsə bir söz deyim, bəlkə də bizim belə ilk tanışımız o hələ biz tanımırdıq. Yəni ki, bilirdik ki, Heydər Əliyev və s. o çox böyük bir insan idi və onu biraz başqa cür baxırdıq da, aşağıdan bir vətəndaş kimi Heydər Əliyev əl çatmaz bir insan. Və o günün birin günündə zəng elədi Anara. Anar da çaşdı. Ona dedilər ki, indi sizinlə prezident deyilib. Anar əlbəttə inanmadı, dedi ki, bəlkə kimsə zarafat. Bizdə var axı belə şeylər, yəni heç kim bir-birinə inanmır. Çünki ola bilsin ki, bəlkə bu Vado zəng elədi, Murad zəng elədi, bəs. O götürdü trubkanı. Oradan dedilər ki, indi cənab prezident danışacaq sizlə və o cənab prezident Anar dilini itirdi. Danışmaq qabiliyyətini itirdi. Danışa bilmədi və Heydər Əliyev xahiş elədi ki, deməli, nə orada tədbir var idi, apreldə, mənim yadımdadır. Zərifə xanımın vəfatından sonra 10 il dönümü. Və o xahiş elədi Anardan, deyir ki, mən istəyirəm ki, sən uşaqlarla orada iştirak eləyəsən və orada çıxış eləyəsiniz. Anar biraz çaşdı, dedi ki, bəs biz biraz KVN, biraz yumor. Yumor, gülüş, bəli. Deyir, mən istəmirəm o gecəni matən gecəsi eləyim. Mən istəyirəm xətirə kimi olsun. Çünki orada Leningraddan da o vaxt artıq Peterburg idi, Moskvadan, Rusiyadan, hansısa başqa bir Gürcüstandan o oftalmoloqlar bütün belə Zərifə xanım akademik idi özü və onlarla, o ilə işləyən insanları çağırmışdılar və o dedi ki, yox, elə istəmirəm. Biz də elədik belə bir çox gözəl, çox belə mehriban bir gecə, işıqlı bir gecə idi. Amma axırda mən anladım niyə istəmirdi. Axırda nəsə orada kadrlar getdi Zərifə xanımın və orada mağni deyəsən gelmişdi, ona həsr olunmuş. Və mən gördüm ki, o ağlayır. O ağlayır, o dözə bilir. Onun bu teması onun çox dəyirdi. Yəni, həssas biri. Mən ona görə onda anladım ki, niyə o istəmirdi ki, bu belə olsun. Amma axırda yenə də bu gecənin, yəni onun dramaturgiyası belə idi ki, axırda artıq şəkillər gelmişdi, mağni gelmişdi və gördüm ki, Heydər Əliyev ağlayır. Yəni ki, mən onu 2 dəfə görmüşəm göz yaşı. Biri orada, biri də o Azərbaycan şeyini oxuyanda. Bəli. 2 dəfə. O heç vaxt, o ümumiyyətcə belə deyildi. Yəni ki, o bu, nə bilim bu. Amma hisslər, amma hisslər buna, kövrəkli ancaq 2 dəfə görmüşəm. Adı və daha bir sualım var. İndi bizim əzizimiz Murad Dadaşoğlu Öndərin özünü parodiya edirdi. Amma siz də, düzdür, sözsüz lal səhnə olsa belə, ata ilə oğlun görüşünü özündə təcəssüm etdirən həmin o Murad Dadaşov o vaxt qorxurdu. İndi mən qorxuram. Bu vaxt mən qorxuram. Amma təbii ki, bu bir zarafat. Bu bir zarafat idi, əlbəttə. Heydər Əliyev də onu düz başa düşdü. İlham Gedəş də düz başa düşdü. Ulu Öndər demişdi ki, mən bilirəm siz niyə görsədirsiniz. Hər gün görsədirlər, siz görürsünüz, eləyirsiniz. Hələ mənim nəvələrimə keçəcəksiniz. Belə bir söz dedi və sizə deyim ki, belə bir kadr var, siz götürməmişsiniz. Heydər Əliyev bizi, səhnə arxası bizə göstərirdi Muradla, necə salamlaşmaq lazım. Gördüm, bəli, mən xatırlayıram o fragmenti. Biz gözləmirdik. Həm də Can Prezident də göstərmirdi. Çağırdı onu, deyir ki, bax belə, baxın belə, biz də Muradla dedik ki, oldu. Biz gördük, nəzərə aldı. Bəli, yenə də biz ikili ekranda görürük həmin kadrları. Ulu Öndərin nə qədər isti, doğma, yəni hər kəsi adla tanıması, o boyda şəxsiyyət, o qədər qayğılar,
o qədər problemlərin içərisində, o qədər proseslərin içərisində sıravi insanları, aktyorlarını, musiqiçilərini, xadimlərini belə tanıması həm onun insanlığından, həm də böyük şəxsiyyətindən. O gəlmişdi bizim konsertlərimizə, biraz onun başı açılsın. Çünki o qədər gərgin idi. Təbii ki. O qədər iş qrafiki. Hər gün bu insan harasa gedirdi, kiminləsə görüşürdü və hətta biz, məsəl üçün, bizdə axı ənənəvi olaraq 1 aprel olmuşdu. Yəni ki, biz özümüzə götürdük ki, hər ilin aprelin 1-i bizim konsertimiz olacaq. Amma sonra Heydər Əliyev başladı onu biraz datalarını dəyişməyə. Niyə? Çünki 1 aprel o gelmişdi Amerikaya, gələcək 10 aprel. 10 apreldə gələn kiminləsə görüşür, davay 15 aprel. Yəni ki, belə-belə biz artıq maya keçmişdik. Yəni ki, biz yanvara da keçərdik, tək ki o gəlsin. Yəni ki, biz çox şeyləri onun üçün eləmişik və biz Heydər Əliyevin yanına gedəndə prezident aparatına və siz yəqin görmüşsünüz o kadrları, o çox ürəkdən gülmüşdü və s. Və biz oradan çıxanda bizə orada işçilər dedilər ki, bu kabinetdə hələ heç kim gülmür. Yəni ki, o qədər gərgin bir iş otağı idi. Yəni ki, orada hansı danışıqlar, biz görmüşük ki, Heydər Əliyev o nazirləri yığanda və s. onları danlayanda, yəni ki, belə çox gərgin kabinet idi. Onun da qəbul otaqları. Amma deyir ki, siz gələndə orada bir gülüş səsi gəlmişdi və başqa bir ahval. Və mən hatırlayıram, o özü də sizin zarafatlarınızı sitat gətirə-gətirə özünü saxlaya bilmirdi və bir uzun, bir davamlı, sürəkli bir səmimi içdən gələn bir gülüşü var idi Ulu Öndərimizin. Çox işıqlı xatirələrlə hər kəsin ürəyində iz qoyub Ulu Öndər və Ulu Öndər həm də çox sərrast bir sənət bilicisi, istedad tanıyan bir şəxsiyyət idi. Bu və ya digər insanın içindəki potensialı o qədər inanırdı ki, onun gələcəkdə mütləq şəkildə nailiyyət əldə edəcəyinə və ona indidən dəstək göstərməyə lazım olduğunu həmişə həm sezirdi, vaxtında ona dəstək göstərirdi. Bugün KVN teatrının bir çox nümayəndələri mədəniyyətin, ictimai həyatın müxtəlif sahələrində özünü təsdiq edirlər. Artıq tanınan, sevilən, peşəkar və fikri avtoritet olan insanlar da həmin o aktyorlarımız. Nəinki aktyorlarımız, həm də Azərbaycanın vokal sənətinin bir parlaq nümayəndəsi olaraq bugün istər Rusiyada, Bolşoy teatrın səhnəsində, istər dünya səhnələrində bizi təmsil edən bir Azərbaycan vokalçısı kimi, müasir vokal məktəbinin parlaq siması kimi Elçin Əzizov məhz o KVN teatrının yetirməsi, məşhur 3 tenorlardan biri, səhnədə canlandırılan 3 tenorlardan biri, o məxməri səsi ilə bugün də dünya səhnələrini fəth edən dəyərli həmyerlimiz. Bu dəqiqələrdə bizimlə Skype bağlantısında olacaq. Özü Bakıda olmasa da ürəyi bizimlə bərabərdir və biz onu ekranda görürük və buna da çox şadıq. Elçin müəllim, hər vaxtınız xeyir olsun. Çox şadıq sizi görməyə. Hər vaxtınız xeyir olsun. Düz deyirsiniz, ürəyimlə həmişə mən öz vətənimdəyim. Düzdür ki, dünənləri elə hesablayırdım ki, mən düz 1 il vətənin torpağını öpməmişəm, belə deyək. Amma ürəklə nəfəsim oradadır, məhz bu son aylar içində. Əlbəttə. Elçin müəllim, deyirsiniz 1 ildir burada yox idim. Siz buradan gedəndə bizim hələ Qarabağımız yox idi. Artıq Qarabağımız var və biz bugün Ulu Öndərimizi artıq Qarabağlı Azərbaycan vətəndaşı kimi xatırlayırıq, anırıq. Ulu Öndərimizin vəfatından 17 il ötür. Hər birimizin ürəyində olduğu kimi sizin də həm bir musiqiçi kimi, həm KVN teatrının bir aktyoru kimi, həm bir Azərbaycanlı kimi qeyri-şərtsiz, əminəm ki, ürəyinizdə Ulu Öndərlə bağlı çox işıqlı xatirələriniz var. Ulu Öndərlə hər bir görüş bizim həyatı boyu ürəyimizdə olacaq. Yəni, bilirsiniz, hər ölkənin, hər böyük ölkənin gözəl bir muzeyləri var, dünyaca məşhur olan muzeyləri var. Bəzən Roma kimi, misal üçün şəhərin, o artıq bir şəhər muzeyi kimi. Bəlkə düzgün paralel eləməyəcəm, amma təəssüratlarımdan danışıram. Ulu Öndərlə hər bir görüş belə bir muzeyə gediş idi. Belə bir muzeylə tanışma idi. Və hər bir görüşdən əlbəttə ki, hər birimiz özümüzlə nəsə aparırdıq.
nəsə işıqlı, nəsə ağıllı mütləq. Və mən açıq deyim, ürək sözlərimi deyirəm, səsi üçün belə darıxırıq. Və mən çox şadam ki, həm sosial şəbəkə vasitəsilə, həm bizim kanallarımız vasitəsilə davamlı onun çıxışları səslənir və bu bizim üçün çox vacibdir. Bir daha Ulu Öndərin Azərbaycan üçün elədiyi qiymətləndirmək bir sözlə, bir efirlə, bir verilişlə, bir kitabla mümkün deyil. Və şükürlər olsun ki, biz bu günləri Qarabağımızı qaytardıq. Cənab Prezidentimiz başda olmaq şərti ilə əlbəttə ki, o da bir sübutdur, Ulu Öndərin davamçısı, oğlu və xoşbəxtik bu günləri biz. Teşekkür edirəm. Çox sağ olun Elçin müəllim. Bir Azərbaycanlı olaraq bundan sonra qatılacağınız konsertlərdə, çıxacağınız o mötəbər səhnələrdə artıq başı uca, alnı açıq, tam qürurla bütöv Azərbaycanın bir sənətkarı kimi, bütöv Azərbaycanı təmsil edən bir istedad sahibi kimi bundan sonra da çıxışlarınızı davam elətdirəsiniz. Biz sizinlə qürur duyuruq. Sizinlə vaxtında Ulu Öndərimiz də fərəhlənib, qürurlanıb. Bugün də belədir. Çox sağ olun, çox var olun. Mən də qürur duyuram, mən fəxr eləyirəm ki, mən Azərbaycanlıyam. Və bu sözlər hələ belə sözlər deyirlər. Bu ürəkdən gedən sözlərdir. Elə bu günləri axşam inşallah Bolşoy Teatrın səhnəsində bir tamaşada iştirak eləyəcəyəm, Traviata operası və mən ürəyimdə Ulu Öndərin xatirəsinə bu tamaşanı həsr eləyirəm. Çünki o doğrudan da daimi bizim ürəyimizdədir, daimi bizim xatirimizdədir. Teşekkür edirəm. Çox sağ olun Elçin müəllim. Axşamki tamaşada sizə uğurlar arzuluyuram və çox arzu edirik ki, hamımız çox arzu edirik ki, vaxt dönəm dəyişsin, karantin qaydaları aradan qaldırılsın, teatrlarımız canlansın və biz sənətkarlarımızı, ifaçılarımızı səhnələrdə görə bilək. Bugün Ulu Öndəri xatırladığımız məhz bu tarixdə bütün qonaqlarımızın fikirlərini, xatirələrini çox böyük səbirlə, təmkinlə dinlədi hörmətli Zaur müəllim. Zaur müəllimin tərcümeyi halından da, fəaliyyətindən də, yaradıcılığından da mütləq şəkildə keçib Ulu Öndərin imzası, münasibəti. Bugün Zaur müəllim hansı xatirələrlə yad eləyəcəksiniz? Çox sağ olun ki, bugün doğrudan möhtəşəm bir gündür, anım günüdür. Elə bir insan ki, hansı ki bugün Azərbaycanda nə qədər bizim şərəfli, şöhrətli, rəşadətli işlərimiz varsa, hamısının meyarı, memarı, yaradıcısı, bəstəkarı, necə deyərlər, rəssamı, hamısı Ulu Öndərdir. Yəni, hamısı Ulu Öndərin adı ilə bağlıdır. Çünki bu insan dünyanın insanı idi. Dünya insanı idi. Belə insanlar 100 ildə, 1000 ildə gəlirlər. O insanın geyimi, danışığı Azərbaycanda dövlətçilik ənənəsini qurdu getdi. Dövlət necə işləməlidir, dövlət məmurları necə çalışmalıdır. Böyük danışıq, nitq qabiliyyəti qoydu Azərbaycanda getdi. Yəni bu insan olduqca mükəmməl bir insan idi. Əlbəttə onun bütün ətrafında olan sənətkarlar görün kim idi? Rəşid Behbudov idi, Kara Qarayev idi, Müslüm Maqamayev, Niyazi kimi adamlar, Tofiq Quliyev kimi adamlar. Bu insanlar hamısı Heydər Əliyevin dostudur. Heydər Əliyev, yenə deyirəm, dünyanın insanıdır. Belə insanlar 1000 ildə bir dəfə gəlir və adın da tarixə, onlar təxmini gedirlər, amma biz eləndirlər. Mən də həyatımda bir neçə xatirələr var, istərdim onlardan da danışam. Mənə 98-ci ildə demək, əməkdar artist adı verib, 2003-cü ildə sonuncu onun fərmanı oldu. Sonra məlum hadisələr oldu, mənə xalq artist adı verdi. Və bir gün mən demək yaşayırdım, indiki professorlar evi var, orada yaşayırdım mən. Həyətdən çıxanda mənə dedilər Heydər Əliyev gedir. Bu təxminən Heydər Əliyevin Moskvadan gəlməsinin bir 3-4 gün olardı, bəlkə də bir həftədir. Mən bunu birinci dəfədə efirdə deyirəm. Amma müəyyən insanlar bunu bilir, bu hadisəni. Demək, mən çıxanda dedilər Heydər Əliyev gedir, yanımda da bir yoldaş var.
Mən yəni oradan indiki Zərif Əliyev küçəsinə dönməlidim. Onda Azərbaycan prospekti idi. Yəni mən ora dönmədim. Gəldim, maşını sürdüm, saxladım. Ətrafımdakılar hamısı belə baxdı. Yəni 4-5 nəfər insandı. May ayıydı, pencəyi də çiynindədir bunun. Mən düşdüm maşından, gəldim, yanaşdım. Bunlar dayandılar. Mən istər-istəməz Heydər Əliyev, xoş gördük. Necəsiz? Maşallah. Gəldim, öpdüm, qucaqladım. Bu baxdı, mənə qayıtdı ki, sən mənə belə tanış gəlirsən. Dedim, mən Heydər Əliyev, sizin devrinizdə, yəni birinci hakimiyyəti vaxtında mən tez-tez Respublika Sarayında olan dövlət tədbirlərində mən də oxuyurdum. Yəni orada Rəşid Beypudov, Zeynəb xanlarova, Müslüm Mazamayev, Fidan Xuraman bacıları, mən də konsertlərdə olurdum. Deyir, belə elədi, yadıma gəlir, yaman kökəlmişsən. Belə bir replikaları var da. Heydər Əliyevin ümumiyyətlə gülüşündən, onun o zarafatı bir söz 5 məna tapırdı. Onu tutmaq lazım idi. Oradan bir nəfər qayıtdı ki, bu bizim Zaurdur, bu bizim gözəl müğənnimidir, tanıyıram. Sən hətta 70-ci ildə bir mahnı oxuyurdun, xalq mahnısı. 91-dir, 70-ci illərdə. Mən də o devirdə Dilbərim xalq mahnısı oxumuşdum. Çox məşhur mahnı idi, yəni o tarixdə qalan mahnı indi də var. Dedim, bəli, niyə belə kökəlmişsən? Niyə belə falan? Dedim, imkan yoxdur da, görürsünüz, hər an əlində bir avtomat, qalapoştun qabağı, biri oraya gedir, biri bura gəlir. İnanın, demək, mənim maşınımda oturan o insan ki var, o da Milli Təhlükəsizlik Nazirinin polkovnikidir. İndi görün, hansı hakimiyyətin devrindən danışam da, onda kim idi hakimiyyətdə? O da düşdü maşından gəldi, mən ona dedim ki, sən olmaz. Və o düşdü, gəldi, yəni ona hərbi təzim elədi, cənab general, xoş gördük, filan. Dedi, buna baxdı. Yəni oradan dedilər, Heydər Əliyev, bu Naxçıvanda Respublika Milli Təhlükəsizlik Naziri olub, Arif Zeynalovdur. Arif Zeynalov, indi də Arif Zeynalov sağdır, öpürəm, salam deyirəm ona, mənim əzizimdir. Baxdı Arifə, dedi, Naxçıvanda cəmaatın cidmirdin. Deyir, Heydər Əliyev, hər şey sağ-salamat idi, hər şey yerindədir. Amma özünü elə göstərir ki, bu Arifi tanımır. Amma bir xeyli danışıqdan sonra oradan-buradan dedi, sizdə çox böyük ürək var, mənə gəlib görüşürsünüz, çox sağ olunuz, minnətlər, amma başınız ağrıyacaq. İndi ayrılıb biz bundan gedəndə deyir ki, onu da deyim sənə ki, Arif, mən səni 27 il bundan qabaq Əlbayramda Komsomol Komitəsinin katibi idin. Səni oradan mən götürdüm orqana. O da baxdı, dedi, əlbəttə ki, mən polkovnikəm, mən bilirəm başım ağrıyacaq. Amma mənim vicdanım, namusum buna yol vermədi ki, mən bu dahi ilə görüşməyim. Arifin gözü doldu. Neysə, ayrıldıq, getdi, dedi, darıxma, əlim belə vurdu, oxuyarsan biraz arıqla, oxuyarsan inşallah. Yəni, Heydər Əliyev bizim hamımızın həyatında elə bir maraqlı insandır ki, bir məqamı da deyim, mən ömrümün 22 ilin orada işləmişəm, Müdafiə Nazirliyinin Mahnı Rəssamlığında, yəni bütün cəbhə bölgələrində, yəni işimiz olub, şərəflə, vicdanla çalışmışıq. Bir gün, demək, hər il iyunun 26-sında bizdə ordu günüdür. Silahlı qüvvələr. Silahlı qüvvələrin ordu günüdür. Mən də istər-istəməz onların rəhbəri kimi kollektivlə falan, yəni o tədbirlərdə iştirak edirik. O tədbirlərin birində demək, sonra bizim Respublika Sarayında konsert oldu. Mənə də həmin ərəfədə əməkdar artisti verir. 98-ci ildir. Gəldi konsertdən sonra Heydər Əliyev mənə elan edirlər ki, oxuyur Respublikanın əməkdar artisti, yəni bu birinci dəfə deyilir. Çavuş Zaur Rzayev. Mənim də hərbiçiyəm, ali təhsilli musiqiçiyəm, amma çavuşam da, bu olmaz, bu qanuna ziddir. 3 ildən bir mənim yerə zvaniyam qalxaydı. Onlar da bunu eləməyiblər. Neysə, səhniyə çıxdı, baxdı, qayıtdı ki, gözəl oxudun. Sağa sola baxdı da bu boyda çavuş olar. Bu boyda çavuş olar. Bunu da mən deməliyəm. Zar müəllim, siz elə bizim musiqimizin generalısınız. Sağ olun. Yəni, xalqın sevdiyi, ulu öndərimizin dəyər verdiyi sənətkarımızsınız. Yəni, insanların ürəyində sizə qarşı böyük bir sevgi var, bir rəğbət var, bunu bilir. Və bugün bu sizin yolunuzu davam elətdirən. Mən bayaq Elçin Əzizovdan danışarkən söylədim, amma bugün bir möhtəşəm bir nəsil formalaşıb. Zar müəllimin övladı Azər
çox istedadlı bir vokalçıdır, çox istedadlı bir musiqiçidir. Varlığı ilə, istedadı ilə bugün Azərbaycanımızın adına uğur gətirir. Bütün bunlar hamısı çox böyük əhəmiyyət kəsb eləyir. Bəzən adlardan, bəzən hər hansı bir maddi dəyərlərdən qat-qat artıq Elədir, dəyəri çox sağ var. olun. Sizin kanalda bizim əzizimiz, dostumuz Murad Dadaşov da onu qiymətləndirir. Ümumiyyətlə, Azərbaycan xalqı istedadlı xalqdır, həqiqi mənada deyirəm. Bir 10 milyonluq xalqdan əgər Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Rəşid Behbudov, bunlar dünya şöhrətli insanlardır. Heç bir xalqda belə bir sənət yetişməyib. Bu həqiqət belədir. Doğrudur. Ulu öndərdən ikincisi olmayacaq. Yəni bu insanlar Allahın verdiyi bir xalqa böyük bir sevgi, məhəbbətdir. Yəni deyirəm, bu dövləti bugün ölkəmiz bu qədər imza atdı bu qələbələrə, bu qədər bizim möhtərəm prezidentimiz, ali başkomandanımız nə qədər cəsarətli danışıq ilə, o qədər qabiliyyətlə, o qədər ağılla, nə qədər əskərlərimiz topla, tankla vurdu əzdisə, İlham Əliyev öz sözləri ilə, atasının dili ilə danışıb, həmin o ruh bizim prezidentimizdədir, atasının ruhu ondadır və o Azərbaycanı bu 30 illik bütün dünya hansı ki bizi dəstəklədiyi halda, yəni Azərbaycanın müstəqilliyini tanıyırıq, deyirik. Bunu kağız üstə dediyi halda 30 illik işi bizim möhtərəm prezidentimiz 44 günə həll elədi. Və bu qələbələr hamısı Ulu Öndərin fəaliyyətidir, onun nəticəsidir. Onun bugün nigaran ruhu rahatlıq tapdı tamamilə. Yəni Allah o kişiyə, o böyük insana, o həm xalqın adamı idi, bayaq söylədiniz, uşaqla uşağı, böyüklə böyük, hamının dilin bilirdi. Onun gözləri inan rengin aparat idi. Adama baxanda için oxuyurdu insanın, hamını tanıyırdı. Amma hamıya o sevgini göstərə bilmirdi. İstədikləri adama sevgi göstərirdi. Mənə 2003-cü ildə xalq artisi adı veriləndə, deyirəm, son sərəncamı idi. Adətən prezidentin sərəncamı xəbərlərdə deyiləndən sonra xalq bilir. Mənə səhər tezdən evə zəng elədilər ki, Müdafiə Naziri sənlə danışmaq istəyir. Bəli, müəllim falan. Dedi, Zaur, səni təbrik edirəm, sənə Ulu Öndər xalq artisti verdi. O kişi bu nətər oldu, belə falan, sağ olunuz, minnətdaram. Allah canı sağ eləsin. Və dedi, bugün saat 6-da Gürcüstanda o tədbirdə o elan olacaq. Dedim, axı, mən inanmadım. Dedim, axı, gələn bunu xəbərlər proqramı desin, sonra çıxsın. Deyir, tapşırıq belədir. Yəni, onu Öndərin yadından heç bir şey çıxmırdı. O da bir mənə olan, o 91-ci ildə olan o görüşün bir nəticəsidir ki, orada elan elədilər, yəni dövlət kanalı bunu demədiyi halda bunu çıxıb dedilər. Yəni, Ulu Öndər böyük bir Türk dünyasının insanı idi. Onun üçün dedi, bir millət, iki dövlət. O günləri möhtərəm Ərdoğanın bura gəlişi bunu təsdiq elədi ki, bəli, biz doğrudan bir millətik. Tolerant millətik, gözəl millətik, xeyrxalq millətik. Ona görə Allah millətimizi qorusun. Onun üçün deyir, Türkün Türkdən başqa dostu yoxdur. Allah bütün dünyamızı, bütün xalqları, bütün millətləri, biz hər zaman qəlbimiz açıq olub, yəni Allah Ulu Öndərimizə də qəni-qəni rəhmət eləsin. Cənnət məkanı olsun, qəbri nurla olsun. Ulu Öndər heç kəsi unutmurdu. Ulu Öndər heç kəsin dəyərini olduğundan aşağı qiymətləndirmirdi. Ulu Öndər heç kəsi diqqətdən kənarda saxlamırdı və odur ki, bugün də Azərbaycanda heç kəs və heç vaxt Ulu Öndəri nə unutmayacaq, nə onun dəyərinin qədərindən az heç vaxt qiymətləndirməyəcək. Ulu Öndər hər birimizin ürəyində özünə əbədi bir heykəl, əbədi bir xatirə qoyub. Nə qədər ki Azərbaycan var, nə qədər ki Azərbaycanlılar var, Azərbaycançılıq ənənəsi var. Ulu Öndər hər zaman bizim qəlbimizdə yaşayır. Onun adı bizim tariximizdən qızıl hərflərlə keçir. Müasir Azərbaycanın qurucusu, memarı, bizim müasir ordumuzun belə qurucusu, Azərbaycan mədəniyyətinin dostu, hər kəsin böyüyü, ağsaqqalı, uşağın babası, yaşlının qardaşı, yəni bizim Azərbaycanımızın duhası Heydər Əliyevi anırıq, xatırlayırıq bugün. Əziz qonaqlar, təşəkkür edirəm mən sizə. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun ki, Ulu Öndərimizlə bağlı xatirələrinizi, fikirlərinizi bizimlə bölüşdünüz. Bugünkü nəslə Ulu Öndəri görməyib böyüyən, onun adını, onun siyasətini, onun tövsiyələrini eşidib, oxuyub böyüyən nəslə sizin dilinizdən
Ulu Öndərin kimliyi haqqında biraz da məlumat vermiş olduq və biz vaxtı gəldinin birinci saatını yekunlaşdırırıq artıq. İkinci saatda növbəti qonaqlarımız olacaq, növbəti işıqlı xatirələr olacaq və biz əlbəttə ki, Ulu Öndəri yad etməyə davam edəcəyik. O bir ömrə min şanlı tarix sığdırdı. O kitablara sığmayıb könüllərə həkk olundu. O güləndə bir xalqın üzü güldü. O xalqına müstəqilliyi miras qoydu. O dünyaya bir dövlətin dirçəlişini göstərdi. O bir milləti min zillətdən qurtardı. O milli dəyərləri hər şeydən üstün tutdu. O sarsılmazlığıyla xalqına örnək oldu. O dövlət quraraq ulu öndər oldu. O qürub etmədi. O qurub getdi. Recep Tayyip Erdoğan, Türkiye prezidenti. Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən lider idi. Türkiye, Azərbaycan dostluğunu çox gözəl ifadə edən bir millət, iki dövlət ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətane deyimin ifadə etdiyi amal bundan sonra da davam eləsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz Türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq. Vladimir Putin, Rusiya Federasiyasının prezidenti. Uzun illər ərzində Heydər Əlirzaoğlu Əliyevin səmərəli fəaliyyəti xalqımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdu. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdi. Onun vəfatı müstəqil dövlətlər birliyi, bütün beynəlxalq birliyi üçün əvəzsiz itkidir. Nursultan Nazarbayev, Qazaxstanın sabiq prezidenti. Heydər Əlirzaoğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxstan və Azərbaycan xalqlarının çox əsirlik dostluğunun möhkəmləndirilməsi üçün çox işlər görmüşdü. ABŞ-ın sabiq prezidenti Bill Clinton, prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdu. Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm. Bugün vaxtı gəldi verilişi, bugün bütünlükdə efirimiz, paytaxtımız, Azərbaycanımız Ulu Öndər duhasının sanki aliliyi ilə əhatələnib, aliliyi ilə zənginləşib, ürəyimizdə, hafizəmizdə, dünyamızda Ulu Öndərimizə dərin ehtiram, onun ruhu qarşısında bir sədaqət, bir sadiqlik və həm də bir tərəfdən bir qürur daşıyırıq bugün hər birimiz. Ulu Öndərimizin vəsiyyəti, Ulu Öndərimizin tövsiyələri bugün çox şükürlər olsun ki, həm reallaşıb, həm həyata keçib və biz bugün Ulu Öndərimizi Qarabağlı, Azərbaycanlı olaraq yad eləyə bilirik. Bugün Ulu Öndərimizin vəfatından 17 il ötür. Bu 17 il ərzində elə bir gün, elə bir dövlət bayramı, elə bir xatirə günü, elə bir əlamətdar tarix olmadı ki, biz Ulu Öndərimizi anmayaq, onun Azərbaycan üçün etdiklərini sadalamayaq, saymayaq və danışsaq belə, danışmasaq da hər zaman
ulu öndərimizi Azərbaycanın, müasir Azərbaycanın qurucusu, memarı kimi yad edirik, ürəyimizdədir, düşüncəmizdədir və nə qədər ki Azərbaycan var, ulu öndərimizin adı hər zaman yaşayacaq, yaşayır. Və artıq ikinci saatımızdayıq verilişimizin, studiyamızın çox sevilən, çox hörmətli qonaqları var. Onları təqdim etmək istəyirəm sizə böyük məmnuniyyətlə. Respublikanın xalq artisti, gözəl aktrisamız Mələkə xanım Əsədova bugün bizimlə birlikdədir. Xoş gəlmişsiniz Mələkə xanım. Sənətkarımız, onun ifalarını ulu öndərimiz çox sevirdi və onun da bugün o qədər gözəl xatirələri olacaq ki danışmağa. Özü özlüyündə canlı əfsanə Respublikanın xalq artisti Avtandil İsrafilov bugün bizimlə bərabərdir. Avtandil müəllim, xoş gəlmişsiniz. Və sənətkarlıqdan, musiqidən, gözəllikdən danışmışkən bugün daha bir xanımı, çox sevdiyimiz sənətkarımızı dəvət etmişik. Çox sağ olsun ki, dəvətimizi qəbul edib gəlib bugün bizimlə bərabər ulu öndəri xatırlayacaq Respublikanın xalq artisti əzizimiz Nasbəri xanım Dostəliyeva bugün studiyamızın qonağıdır. Hər birinizə müraciət eləyəcəm və bilirəm ki, ürəyiniz doludur, ulu öndərimizlə, milli liderimizlə bağlı o qədər işıqlı, o qədər ali xatirələriniz var. Ürəyinizdən keçənlər var, bugün söyləyəcəkləriniz var. İzninizlə Avtandil müəllimə istəyirəm öncə bir müraciət eləyim. Avtandil müəllim, ulu öndərin musiqiyə nə qədər diqqət verdiyi, musiqini nə qədər sevdiyi, bildiyi, əsərləri, bəstəkarları, xalq musiqisi olsun, xalq mahnıları olsun, o qədər gözəl içdən, dərindən bilirdi ki, musiqiçi ilə musiqiçi dilində danışırdı, ifaçı ilə ifaçı dilində danışırdı. Sizin ulu öndərlə bağlı xatirələriniz özündə nəyi ehtiva edir? Əsas məsələ mən istərdim toxunum 1970-ci və 1972-ci ilə. Bu illərdə sözsüz ki, Azərbaycan incəsənəti üçün Türkiyəyə konsert verməyə getməklərdə o qədər də rahatlıq yox idi. Amma bu üstünlüyü bizim cənab ulu öndərimiz Heydər Əliyev öz üzərinə götürərək ilk dəfə Azərbaycanın xalq artisti Zeynəb Xanlarova və onun ətrafında 4 nəfər də bizlər Heydər Əliyevin sərəncamı ilə Türkiyəyə konsert verməklərə getdik. Və inandırım sizi ki, biz ora elə gəlib, necə deyim sizə? Çatanda? Konsert zalına gələndə mi deyirsiniz? Oteldə, konsert zalında. Türkiyəyə gəlişiniz siz və daha 3 nəfər Zeynəb xanımla birlikdə. Deyirəm, Zeynəb xanımla orada elə biz havalimanına, yerə düşəndə aeroport, havalimanı, bəli. Elə bir ki, vicdan haqqı orada Zeynəb xanımı elə qarşılamışlar ki, iynə atsaydı üçün yerə düşməzdi. Bax, belə bir vəziyyətdə bizləri də, mənim məsəl üçün o gəldiyimiz mehmanxanada. Otel. Yox. Nədəsə gəlmişdik bizi. Təyyarədə. Təyyarədə dördü də. Hələ təyyarə olsaydı. Buradan Türkiyəyə? Biz gəlmişdik Naxçıvana, Naxçıvandan. Qatarla mı getmişdik? Ay, sağ oluz. Naxçıvandan Qatarla biz oradan yerə düşəndə, inandığım sizi ki, elə bir ki, bu qədər insan olardı. Bu qədər insan, mən məsəl üçün, belə bu konsertdə, hələlik konsert yoxdur ya. Amma qarşılamağa, oradakı o qarşılamalardan sonra biz çıxışlarımızı orada lazımı qədər, belə, necə deyim, o qədər gözəl çıxışlar oldu ki, təkrarən bizi 72-ci il
yenidən dəvət edildilər və o dəvətlərdə də həminki vəziyyətdən də biraz qat-qat üstün, bunların hamısının başında bizim ulu öndərimiz Heydər Əliyev dururdu. Ona görə biz ona o qədər böyük həvəsimiz olub ki, çünki incəsənət aləminə elə, bax bizim burada gözəl sənətkarlarımız əyləşiblər, ola bilməz ki, Heydər Əliyevin orada qələmi olmasın. Çünki sənətkarları elə vacib tanımaq qabiliyyəti var idi və bütün istedadlar insanları elə bil ki, biri-birindən ayrılırdı. O saat lazımdır, vaxtı-vaxtında əməkdar artist, vaxtı-vaxtında xalq artisti, vaxtı-vaxtında xalq artistlər bir-biri. Mən məsəl üçün yadımdadır, demək, ilk dəfə mənə Azərbaycanda elə qarmon aləti ad almayıb. Heç vaxt. Birinci dəfə əməkdar artisti Heydər Əliyev verib. İkinci dəfə 1998-ci ildə xalq artisti Heydər Əliyev. 2002-ci ildə bizdə bir çox böyük bir gözəl bayram oldu. Azərbaycan sənətkarları üçün gözəl sənətkarlara fərdi təqaüd verirlər. Bəli. Yadınızdadır? Bəli, o vaxtı birinci, ikinci, üçüncü dərəcə idi mükafatlar. O vaxt ilk təqaüd yox, elə birinci, ikinci dərəcəli mükafatlar oldu. O fərdi təqaüd gedə addımladı. Yəni bizim o aylıq bizim gəlirimiz 1450 manat. İndiyəcən biz neçə illərdir o bizi, mən bilirəm ki, bu iki xanımlar ikisi də o pulu alırlar sözsüz ki. Düzdür mü? Ona görə Azərbaycan incəsənətinə ləyaqətlə qiymət vermək, Azərbaycan xalqını sevdirmək, onun bir gözəl sözü vardı. Deyirdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bu bəs eləyir. Sual vermək lazımdır ki, sən haralısan. Azərbaycanlıyam, kifayət qədər. Mənlə arada bir mən idim. Bir də Həsən Ağa Qurbanov vardı, Allah rəhmət eləsin. O ilə də zarafatı var idi. O qədər tədbirdə, dövlət tədbirlərində. Çox gözəl insanların biridir. Bizim üçün dövlət tədbiri bir bayram idi. Hər bir tədbirlər bizim üçün çox böyük, sənət adamlarına çox böyük ruh verirdi. İşləmək həvəsi. Hər kəsi tanıyırdı, hər kəsin yaradıcılığı ilə maraqlanırdı, məlumatı var idi. Bir də görünməyən dərəcədə böyük yaddaşı var idi. Bu hər bir, yəni insanlara qismət olmur, yəni. Doğrudur. Olmayan dərəcədə yaddaşı var idi. Hətta müəllim danışırdı, sadəcə sözü var. Ən vacib bizim o konsert çıxışlarımız Heydər Əliyevlə sarayda. Demək, biz onu bayram kimi gözləyirdik. Bayramlarda olurdu da, xoş güzaranlarımız olanda, xoş günlərdə. Özdə axıracan hamısı gözləyirdi ki, Heydər Əliyev gəlib bizim əlimizi sıxacaq. Bu böyük bir bayram idi. Gəlirdi, sıxırdı. Hətta mənim yadımdadır, Həsən Ağa Qurbanova getdik. Biraz çökəlmisən. Olmaz. Onların nəinki sənətinə, həm də xarici görkəminə xarici görkəmi ilə, sonra bütün həyatı ilə elə bizdən demək istəyirəm ki, biz ilə çox maraqlanırdı. Mənim özümdən şəxsən görürsən ki, otururduq. Oradan elə bir söz deyirdi ki, mən istər-istəməz durub gedirdim yanına. Deyirdi mənə ki, aftandır. Sənin rəqslərin var, Kəmalə, Zenfirə, Aynurə, Nazilə, Baskalı, hamısını əzbər bilirdi. Hamısını. Bax, bunlara mən yenə deyirəm ki, bugünkü kimi, indi mən elə bilirəm ki, o onsuz da ölməz şəxsiyyətdir. Təbii ki. O, indiki kimi biz necə onu həmişə sevmişik, həmişə biz sevirik, gələcək nəsil sevir. Ona görə bugün
ona bugün demək də olmuş ki, Allah rəhmət eləsin. Amma ona demək olar ki, Heydər Əliyev yaşayacaq. Təşəkkür edirəm ustad, minnətdaram, çox sağ olun. Azərbaycan adına nəsə edən, çalışan, nailiyyət əldə edən hər kəs Heydər Əliyevin sevimlisi idi. Bilirsiniz, bu zaman, veriliş zamanı o qədər qısadır ki, günlər, aylar, illər keçir, Heydər Əliyevdən danışsanız yenə də bitmir. Hər bir insanın qəlbi doludur. O qədər xatirələr, o qədər sözlər var ki, böyük siyasətçidir təbii ki, çox böyük siyasətçidir. Hər bir sahənin bilicisidir. İncəsənət sahəsini, inanın, teatrdan indi mən öz sahəmdən danışım, teatrşünaslardan çox bilirdi. İnanın, tənqidşünaslardan çox bilirdi. Gəlirdi, tamaşalara baxırdı. İlk dəfə o qaydışından sonra Heydər Əliyevin 96-cı ildə Fərhad və Şirin tamaşasına gəldi Səməd Vurğunun. Səməd Vurğunun qızı da oradaydı, Aybəniz xanım. Mən də gənc aktrisaydım təbii ki. Gəldi, o qədər gözəl sözlər o illərdən danışdı. Barat Şekinskaya, Hükümə Qurbanovadan. Sonra mənim üçün səhnəmizin məlakəsi, kaş ki bütün aktrisalar, belə gənc aktrisalar belə istedadlı olaydı. Nə qədər danışıq növünə. İnanın, teatrşünaslardan çox bilir. O qədər böyük sevgimiz var idi ki, uşaqlıq illərindən. Mən o vaxt eşidəndə ki, Heydər Əliyev gələcək tamaşamıza, mən səhərə qədər premyera idi, yatmadım. O özü baş rolü oynayıram. O, yəni sevgimdən, sevincimdən bizim üçün bayram idi. Doğrudan da sənət adamları üçün bayram idi. Ondan öncə də dövlət tədbirlərində, çıxış eləyəndə nə qədər gəlirdi, hər bir kəsə öz fikrini bildirirdi. Elə bir musiqiçini bəstəkardan çox bilirdi, teatrdan çox bilirdi. Bütün sahələrin bilicisi idi. Həm də aktyor üçün elə bir növ tonusuydu. Özünü hər zaman formada saxlamaq üçün bir meyar. İnanın, mən deyim sizə ki, mən dönüb arxaya baxanda biz yorulmaq bilmirdik. Bu sənətkarlardan biz bir yerdəydik həmişə. Gecələr o vaxtı yadınıza gəlir də, bayram çəkilişləri gecələr salırdılar 12-dən səhərə qədər. Biz 12-dən səhərə qədər orada çəkilirdiksə, biz indi aktrisayıq da, biz hər gün işə gedirik, sənət adamları. Gəlirdim, saat yenə də 2-3 saat yatıb, yenə də 8-də durub məşqə gedirdim, 2-3 məşq eləyirdim, musiqi də yazdırırdım, axşam tamaşalar oynayırdım. Bilirsiniz, o qədər ruh vermişdi ki bu sənət adamlarına. Biz yorulmaq bilmirdik. Bir aydan bir böyük tədbirlər olurdu. Hər bir tədbirdə gəlirdi. Səhnə arxası gəlirdi. Sənət adamlarına böyük ruh yüksəkliyi ilə fikirlərini bildirirdi. Elə hamımız pərvazlanıb uçurduq. Hansı tamaşalarınızda iştirak edib? Demək olar ki, Heydər Əliyevin qaydışından sonra çox tamaşalarda özümüzü Kəsən Qılıncla Bəxtiyar Vahabzadə ilə gəlmişdi. Orada da çox gözəl fikirlər söylədi. Bütün tamaşalarda gəlib aktyor. Aydın tamaşasında gəldi. İnanın bir Aydın tamaşasında bizdə bilirsiniz, səhnə hündürdədir. Onu sonra qalxmaq, oradan qalxmaq, sonra Nurəddin getdi məşq üçün özünə elədi. Çox çətinliklə qalxmaq olar oranı. İnanın, Heydər Əliyev cəmaatın içində axır pərdənin, yəni pərdənin arxası o qədər xoşuna gəlmişdi ki, tamaşa. Dedi, əlini ver mənə. Qalxdı səhnəyə, o kişi zaldan qalxdı səhnəyə. Pləkənlərlə yox, nə hündürlüyündə səhnəyə, o qədər səhnəni sevirdi. Aktyorlara xüsusi hörməti var idi. Müğənnilərə, ümumiyyətlə, bütün sahələrin bilicisi idi. Heydər Əliyev adi bizlərdən insan olmayıb, fenomen insan idi. Mən deyirəm həmişə qeyri-adi bir insan idi. Əsrlər keçəcək, Heydər Əliyevdən gələ biləcək, gəlməyəcək. Amma yenə də bizim üçün çox böyük, biz çox bəxtəvər xalqıq, biz çox xoşbəxt xalqıq ki, Heydər Əliyevin qanını daşıyan, Heydər Əliyevin məktəbini görən, tərbiyəsini görən İlham Əliyev bugün bizim prezidentimizdir və gördünüz ki, Heydər Əliyevin imzası, qanını bu günləri
İlham Əliyev bu Qarabağı, öz torpağımızı bizə qaytarmağı ilə bir daha sübut elədi ki, mən Heydər Əliyevin oğluyam. Yəni bilirsiniz, tarixə imza attı. Bu hər ildə bu Şah İsmail Xətai devrində olmuşdu. Torpaqlarımız verilib, heç vaxt geri alınmayıb. Yəni bu son əsrlərdə. Bunu İlham Əliyev elədi. Mən buna inanırdım və illərdir ki, mən deyirdim ki, ancaq Azərbaycanı xilas eləsə İlham Əliyev eləyəcək. Bu da öz təsdiqini tapdı. Elə ürəyimizdə olan o inamlı öndərimizə, bəli, bizim prezidentimizə, Avtandil müəllim, sözünüzü kəsdiyimə görə çox-çox üzr istəyirəm sizdən. Sadəcə indi bir fraqmentə baxmalıyıq ki, dərhal bir qonağımız da gəlsin və sonra sizin sözünüzü böyük hörmətlə yenə dinləyəcəm. Üzürlü sayın. Bir dənə fraqmentə baxaq və davam eləyək. Yeni gənc mən görürəm bizim istedadlı insanları. Məlikə xanımı, hansı ki Gültəkin rolunu çox gözəl məharətlə ifa etdi və deyə bilərəm ki, heç Fatma Qədirin də ifasından geri qalmır. Bugün üçün bu tamaşanı təqdim edənlər və baş rolları oynayanlar özlərinə düşən vəzifələri çox gözəl ifa etdilər. Ona görə mən sizə bu yaradıcılıq uğuru münasibəti ilə sizi təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Azərbaycan teatr tarixinə bir növ ekskurs etdiyi ulu öndərimiz bir neçə dəqiqənin içərisində. Mələkə xanımı gördük, Nurəddin Mehdixanlını gördük və orada dayanaraq heç bir hazırlığı olmadan, heç bir konspekti, heç bir Məyər Heydər Əliyev nə vaxt konspektlə? Biz tədbirdən öncə gəlirdik, gözləyirdik, iclas olacaq. İnanın, 2 saat da danışsa biz yorulmadan qulaq asırdıq. O yüzden heç vaxt konspektsiz, o heç vaxt vərəq olmayıb. İçindən keçən ürək sözlərini danışıb. Onun üçün deyirəm, qeyri-adi insan, fenomen insan. Yəni ki, Heydər Əliyev bax bu qəlblərdə, Azərbaycan xalqının qəlblərində həmişə yaşayacaq. Əbədi yaşar prezidentimizdir bizim. Allah ruhunu şad elədi, yenə də amma bir söz deyim sizə. Mən bilirsiniz ki, şeirləri mən demişəm, özümə söz də vermişəm və Heydər Əliyev gələnə qədər də bunu hər bir kəs bilir. Yəni bizim ailədən doğma sevgimiz var idi Heydər Əliyevə. Mən başqa tədbirlərdə də deyəndə ki, şeir demə, mən deyirdim, mən şeir deyən deyiləm, mən ancaq səhnədə aktrisayam. İlk çıxdığım, yəni ürəklə, çünki sevgim var idi. Heydər Əliyev özü də deyirdi, bunları sən necə yadda saxlayırsan, necə eləyir? Deyirdim ki, söylədiyim şeirlərin doğru düzgün ünvanı var. O mənada çox və bir də Heydər Əliyevdə görünməyən yaddaş var idi. Çünki o qədər çoxdur ki, söz danışıb çatdırmaq olmur. Bir dəfə Novruz bayramında gedirdi, yol keçirdilər. Səsimi eşitdi, o qədər səslə yaddaşda qalırdı. Döndü, baxdı ki, Məlikə Əsədovadda şeir deyən, saxladı, gəldi irəli, dedi, mən sənin səsinlə bildim ki, sən gəldim. Yəni ki, biganə yanaşmadı, gəldi sənət adamlarına, yəni o qədər böyük hörməti var idi. Mən Azərbaycan haqqında nə vaxt şeir söyləsəm, demişəm ki, Heydər Əliyev mütləq orada anılacaq. Çünki mənim üçün Azərbaycan Heydər Əliyevdir, Heydər Əliyev də Azərbaycandır. Bu günlərdə bu təsdiqini bir daha tapdı. İlham Əliyev elə bizim üçün Heydər Əliyevdir. Onun yadigarıdır, onun biliyidir, qanıdır. Onun üçün biz hər gün dualar eləməliyik İlham Əliyevin varlığına, canına. Allah can sağlığı versin. Və şeirlərimdə də mən o zaman Karvan gedir öz yoluyla Ramiz Duyğunun şeirini söyləmişdim. Orada şeir uzun idi. Yəni orada var idi ki, karvan gedir öz yoluyla, yel qanadlı, karvanbaşı İlham adlı, otdan keçmiş, sudan keçmiş, Heydər adlı bir müdrikün ağıl idrak dəryasından sular içmiş. Ucaldığı bu zirvədən onu heç kim endirənməz. İndi amma deyəcəm, ucaldığı bu zirvədən onu heç kim endirənmədi. Karvan getdi öz yoluyla, bu yolundan onu heç kim döndərənmədi. Çünki bu yol haqq yoludur, ədalətin, həqiqətin düz yoludur, öz yoludur, tam doğrudur. Biz bu sözləri 2003-cü ildən İlham Əliyevin prezidentliyə, yəni gəlişi bayramında söyləmişdim və bugünlər Ramiz müəllim o şeirin arxasını, qalibiyyət dastanı
Azərbaycanı biz adlandırırıq. Bir neçə şeiri təbii ki, birləşdirib deyirik. Mən indi görürəm qonaqlarımız da var, ürək doludur. Vaxt istəyirəm hər kəsə çatsın deyə bir balaca hissəsini ekskluziv bugün ilk dəfə söyləyəcəm. Ay, təşəkkür edirəm. Mən bu məqamda bir haşiyə çıxaraq söyləyəcəm. Bu dəqiqələrdə bizə daha bir qonağımız qoşuldu. Onu da həmişə səhnələrdə görmüşük. İstəyirik görək, istəyirik səsi gəlsin. Respublikamızın xalq artisti Bilal Əliyev bugün bizə qoşulub bu dəqiqələrdə. Məleykə xanımın deyəcəyi o gözəl şeiri indi dinləyəcək və davam eləyəcək sonra. Avtandil müəllimin də sözü var idi. Şeiri təbii ki, gözəl bir şeirdir başdan. Demirəm, yəni ki, bir hissəsini söyləyirəm. Bəli. Sən mənim tariximdə zamanlar zamanısan. 21-ci əsrin məğrur qəhrəmanısan. Şah İsmail Xətai tək tarixə imza atan bir xalq qəhrəmanısan. Tariximin zirvəsində əriməyən qarşalımsan. Kim deyir ki marşalım yox, sən birinci marşalımsan. Yox, bu adı mən vermirəm, bunu sənə haqqım verir. Uğrunda can qoyduğun mərtəbəyə yüksəltdiyin xalqım verir. Nə qədər tərif desək də ali baş komandana, yenə də azdır. Xalqımın canı, qanı, bu əsrin qəhrəmanı. Şanlı tariximizdə yeni tarix yaratdı, yeni tarix də yazdı. Bu müqəddəs əziz gündə üz tuturam ulu öndər Dədə Heydər ruhuna. Bayraqdarım öndərim, ölməz ruhun şad olsun. Qəhrəman millətimiz, soyadımız, soyumuz, çörəyimiz, suyumuz, torpağımız şad oldu. Şuşamız, Qarabağımız azad oldu. Bu yol sənin getdiyin yol, qoyub getdiyin yoldur. Bu yol sənin vəsiyyətin, bu yol sənin həqiqətin. Bugün sənin vəsiyyətin tam oldu. Bunu tamam eyləyən qəhrəman ilham oldu. Qoy eşitsin bütün dünya, qoy eşitsin yaxın uzaq, qoy eşitsin oğul, uşaq, qoy eşitsin düşmənim də. Sən günəş tək yanacaqsan, tarix boyu Azərbaycan səmasında sən əbədi prezidentim olacaqsan. Teşekkür edirik. Çok sağ olun. Çok sağ olun. Allah qəlb o qədər dolu. Azərbaycan mənim üçün Heydər Əliyevdir. Heydər Əliyev də Azərbaycandır. İçim doludur. Bilirsiniz nə qədər şeirlər söyləyərəm bu dəqiqə. Biz artıq sizi həmişə səhnədə o gözəl səsinizlə, o şağıraq səsinizlə şeirlər deyən görmüşük. Düzdür, teatr səhnəsi bir başqa, amma sizin şeirləriniz əlbəttə ki, həmişə altından qırmızı xətt çəkilərək qeyd olunub. Hər zaman söylüdür. Siz necə saxlayırsınız? Siz necə deyirəm ki, ünvanı var. Onun üçün sizi görürəm, şeirlər içdən gəlir. Qalibiyyət dastanı, qalibiyyət qatarı şeiri. Nə qədər xoşu gəlir. Çox sağ olun əzizimiz. Minnətdarıq sizə. Bəli. Həm bütün sənət dostlarımı, həm də bütün Azərbaycan xalqına ürəkdən salamlayıram. Bugün bizim üçün unudulmaz bir gündür. Allah ulu öndərimizi, Azərbaycanımızın xilaskarı, Azərbaycanın memarı, bütün dünyada yaşayan Azərbaycanların mənəvi atası, Heydər Əliyevi Allah rəhmət eləsin. Ruhu şad olsun, yeri cənnət-i behişt olsun. Çox gözəl dediniz, Məlikə xanım. Doğrudan da Azərbaycan xalqı xoşbəxt xalqdır. Azərbaycan vətəndaşları xoşbəxt insanlardır ki, xalqımıza böyük yaradan Allah Heydər Əliyev kimi və ondan sonra da onun ən layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanımız Cənab İlham Əliyev kimi sərkərdələr, liderlər verildi. Ona görə biz xoşbəxtik, bu xalq xoşbəxtdir. Doğru, Bilal müəllimin səsini, ifasını çox bəyənirdi ulu öndərimiz və mən bilirəm ki, Bilal müəllimin bu dəqiqə ürəyi də doludur və can da atır, istəyir də ki, o xatirələrini bizimlə paylaşsın, biz də çox istəyirik, sizi də dinləyək. Bugün hansı hisslərlə anırsınız ulu öndərimizi, onunla bağlı hansı görüşləriniz yadınızda qalıb, amma izninizlə Nasbəri xanımın da fikirlərini alaq, biz onu hələ heç bugün eşitməmişik, bayaqdan çox səbirlə, çox təmkinlə bizim qonaqlarımızın çıxışlarını dinləyir, izləyir. Nasbəri xanım, bir foto göstərəcəyik.
O fotonun tarixindən, çəkilmə anından və bugün sizin üçün hansı əhəmiyyət kəsb etdiyindən soruşacağım. Buyurun. Baxaq mı o fotoya bir? Onu ikili ekranda görəkmi? Görək hansı kadrı, hansı tarixi özündə birləşdirən, təcəssüm etdirən bir fotodur. Nasbəri xanım, buyurun əzizim. Mən də tamaşaçıları salamlayıram. Çox sağ olun ki, bu əziz gündə məhz bizləri dəvət eləmişsiniz. Çünki belə də olmalıdır. Heydər Əliyev haqqında görürsünüz, bugün bu studiya gələn sənət adamları nə qədər içdən, nə qədər ürəklə, nə qədər böyük həvəslə, nə qədər yəni olanların şahidi olan insanlardır. Yəni fakt bu şeylər olub. Və mən düşünürəm ki, biz xoşbəxt sənətkarlarıq ki, bugün burada əyləşmişik. Biz Heydər Əliyevlə canlı-canlı ünsiyyətdə olmuşuq. Biz onun təriflərini eşitmişik, biz onun bizi dinləyib də, onun musiqidə, ümumiyyətlə, Mələkə xanım çox gözəl vurğuladı. Teatrda, ümumiyyətlə, Heydər Əliyev bütün sahədə insanlara ruh verən, bütün sahədə çalışan insanları elə bir ruh verirdi ki, dayanmadan o insanlar çalışıb da öz hünərlərini göstərməyə çalışırdılar. Heydər Əliyev Azərbaycanın heç bir zaman əsrlər belə keçsə unudulmaz bir əsəridir. Heydər Əliyev böyük siyasətçi idi. Heydər Əliyev doğma ataydı. Heydər Əliyev bütün insanlara, kiçiyindən tutmuş ağsaqqalına qədər bir övlad, bir ata nəvazişi göstərirdi. Əlbəttə ki, hər birimizin xatirində canlı-canlı, gözəl xatirələr var, sözsüz ki. Mən ona görə vurğulayıram ki, biz xoşbəxt sənətkarlarıq ki, biz canlı-canlı onunla ünsiyyətdə olmuşuq. Çünki o insanla canlı ünsiyyətdə olmasan, o insanın istər çıxışın vaxtı, istər sənətini biruzə verən vaxtı, o insanın gözlərinə baxıb da sənə olan qayğısı, sevgisi və bəyəndi, bəyənmədi bir imtahan kimi qarşısında məsuliyyətlə dayanması, əlbəttə ki, hər bir sənətçi üçün böyük bir imtahan idi. Mənim çox danışa bilərəm. Mələkə xanım çox gözəl vurğuladı ki, o qədər danışmaq olar ki, bizim həyatımızda Ulu Öndərimizin bizə olan nəvazişi, bizim sənətimizə olan sevgisi, bizim səhnədə bizə söylədiyi o gözəl sözlər, sözsüz ki, bizim həyatımızda unudulmaz və yalnız bircə xoş təsadüfdür ki, biz onu qazandıq. Biz onu qazandıq ki, Heydər Əliyev bizə çıxışımızdan sonra çox gözəl, ürəkdən gələn gözəl sözlər dedi. Sözsüz ki, hər bir konsertdə, hər bir çıxışımızda çox sənətçilər var idi. Amma əlindən tutub belə özünə tərəf çəkib də o öz içindən gələn sevgi dolu gözəl sözlərin deyirsə, ruh verirdi. Ruh verirsə, o elə bir məqamda insana ruh verir ki, insan özün çox möhtəşəm hiss eləyir. İnsan özün çox böyük hiss eləyirdi. Və sözsüz ki, o böyüklüyün, o məsuliyyətin insan, o çiyinlərinə düşən o ağır məsuliyyətin yükün daşımağa çalışırdı. Və o qədər biz əlimizdən gələn, gəlməyən, hər nə iş varsa, onları biz eləməyə çalışırdıq. Çünki bizi Heydər Əliyev qiymətləndirdi. Heydər Əliyev şəxsən əlindən tutub özünə çəkirsə, mənim qızım, çox qəşəng oxudun, xalq mahnıları, muğamları, davam elə. Bir çoxdur, yəni hər kəsin həyatında burada əyləşən insanlar, mən ona görə vurğuladım, biz xoşbəxtik. Bir şeyi mütləq qeyd eləməliyəm. Biz Norvegiyadan qayıdıb gələndən sonra Tur Herdal Heydər Əliyevin qonağı oldu. Və bizim çıxışlarımızdan necə danışdısa, səhəri biz dəvət aldıq. Biz dəvət aldıq, çünki Heydər Əliyev o soruşmuşdu ki, kimdir? Dedi, bir gənc qızdır, adı da yadımda qalmayıb. Bizim Kirxada olan konsertimizdə Tur Herdal öz ailəsi ilə iştirak edirdi. Və o qədər gözəl sözlər demişdi, danışmışdı ki, hətta dedi, o Naspəri də deyə bilmirdi, Naspari
belə bir söz demişdi. Çünki onu Heydər Əliyev vurğuladı. Və biz qəbulunda olduq. Ona nə qədər ruh vermişdi ki, baxın, Skandinav ölkəsi, dilimizi bilməyən, böyük bir dünya şöhrətli xorla bir Azərbaycanlı qızı qatıla, bu cür gözəl ifaları ola, həqiqətən ona çox xoş təsir bağışlamışdı. Və əlbəttə ki, onun bütün gələn qonaqlarının ilk müğənnisi mən idim. Bu, bilirsiniz, bütün təsadüflər, bütün olanları Mələkə xanım çox gözəl vurğuladı. Bir verilişdə söyləməklə bu bitən deyil. Bizim həyatımızda bizə ruh verən, o deyirsiniz, mən 17 ölkədə mən solo konsert verdim. 17 ölkədə, Almaniyada, Rusiyada bir neçə onları heç saymıram, yəni əsas solo konsertlərdir. Türkiyədə. Bütün bizə ruh verən onun o bizə məsləhətləri idi. Onun bizə Azərbaycan musiqisinin bax belə qoruyun, saxlayın tövsiyələri idi. Başa düşürsünüzmü? Çox, əlbəttə ki, çox onun haqqında danışmaq olar. Amma o konsertlərin əsl səbəbkarı, mən dediyim kimi, o bizim çiynimizə onun yığdığı ağır məsuliyyət idi. Bax, o məsuliyyəti biz dərk edirdik. Dünyanın bir neçə ölkələrində solo konsert elədik. Və solo konsertdə, bilirsinizmi, bir var qala konsert, o müğənniləri yığırlar, hərə öz diski ilə, filanı ilə ifa eləyir, çıxır, gəlir. Amma solo konsert özünlə 30-40 nəfərdən ibarət olan böyük bir ansambl aparmaq və möhtəşəm sarayları orada gedib saraylarda çıxış eləmək. Bunların hər biri Heydər Əliyevin Azərbaycan sənətinə, Azərbaycan sənətçilərinə, Azərbaycan böyük sənətkarlarına o qədər ruh verirdi ki, bax biz bunların öhdəsindən gələ bilirdik. Həqiqətən yaradıcı insan üçün motivasiya, ona inam, ona qayğının olması çox böyük faktordur. Yaradıcı insan ruh alıb daha da çox şey eləmək. Bilirsiniz, insan biləndə ki, elə bir insanın diqqətindəsən ki, sən bütün gördüyün və görəcəyin işlərdə çox məsuliyyətli olmağa başlayırsan və çox çalışmağa başlayırsan. Bax, bunun özü də bir böyüklüyüdür, insanlara ruh verməyi. Nasbəri xanım, çox arzu eləyirik ki, tezliklə bütün dünyada həm dünya əhalisinin sağlamlığı bərqərar olunsun, bu karantin rejimi aradan qaldırılsın və artıq qalib Azərbaycanın artistləri, ifaçıları, müğənniləri kimi səhnələr alasınız və qalib Azərbaycanın nümayəndələri kimi geniş auditoriya qarşısında artıq öz təsdiq olunmuş, mühürlənmiş sözünüzü deyə biləsiniz. Çünki Azərbaycan musiqisi təbliğ olunmağa, ifa olunmağa, Azərbaycan sənəti nümayiş olunmağa dəyəri olan bir sənətdir. Bu diyarın, bu səltənətin o qədər gözəllikləri var ki, nə qədər danışsaq azdır. Nazbəri xanıma təşəkkür edirəm o xatirələriniz üçün, gözəl sözləriniz üçün minnətdaram. Bilal müəllimin Ulu Öndərimizə həsr etdiyi bir Heydər Ata mahnısı var idi. Ümumiyyətlə, mənim Ulu Öndərimizə həsr olmuş çox əsərlərim, mahnılarım var. Və onların hamısını bir-bir dinləyibdi. Biz, bax, bu sənət dostlarımla bərabər onun qarşısında çox çıxışlar eləmişik. Hamımız bir yerdə, bax, şəxsən biz dördümüz bir yerdə çox çıxış eləmişik. Bayram idi. Hər bizim orada çıxışımız bizim üçün bayram kimidir. Ümumiyyətlə, mən bir şey deyim sizə. Ulu öndərimiz Heydər Əliyevi bütün dünya araşdırdıqca, öyrəndikcə daha da çox öyrənəcəklər və həm ulu öndərimizə, həm də Azərbaycan xalqına böyük məhəbbət olacaq. Ulu öndərimizin özünün dediyi kimi Azərbaycan zaman-zaman dünyaya günəş kimi doğacaq, günəş kimi nur saçacaq. Saçdı da, nur saçdı. Bütün dünya Azərbaycandan danışır. Bəli, elədir. Biz çox sevinirik bugün. Əslində bugün belə qürurlu dayanmağımızın, belə qürurlu danışmağımızın səbəbi və səbəbkarı da elə Ulu Öndərin siyasi kursunun davamçısı. Ümumiyyətlə, mən bir şey də istədiyim, Leyla xanım. Mənim heç yadımdan çıxmaz. Ulu Öndərimiz hakimiyyətə birinci dəfə 69-cu ildə gəldi. Mən 59-cu ildənəm.
O vaxt mənim 10 yaşım var idi. Ulu öndərimiz hakimiyyətə gələn vaxtdan Azərbaycanda bir dəyişiklik başladı. Və bütün insanların sözü söhbəti ancaq Heydər Əliyev idi. Deyirdilər ki, Azərbaycanın sahibi gəlib. Azərbaycana elə bir insan gəlib ki, Mərkəzi Komitanın birinci katibi. O insan Azərbaycanı bütün bəlalardan qurtaracaq. O vaxtlara qədər indi Afrandı müəllim daha yaxşı bilər. Yaşlı adamlar daha o vaxtı görən insanlar yaxşı bilirlər ki, pambıqçılıq dövrü idi, kolxozçuluq dövrü idi, safxozçuluq dövrü idi. Biz gedirdik, kolxozçular üçün, safxozçular üçün konsertlər verərdik. Afrandı müəllimlə də bir yerdə gedmişik. Bir də üzr istəyirəm. Elə biz o ikinci qayıdışda biz gördük ki, bütün Azərbaycan zaten ölmüşdü. Mən deyirəm həmişə qara buludlar almışdı Azərbaycanın üzərinə. Bir günəş doğdu. Heydər Əliyevin gəlişi yenidən teatrı diriltdi, bütün sahələri diriltdi. Hər sahəni diriltdi, Azərbaycanı diriltdi. Hələ 2 gündən, 3 gündən bir eşidirdik ki, Heydər Əliyev gəlib, bu rayondan keçəcək, misal üçün Cəllabada gedəcək. Bu rayondan keçəcək, gedəcək Nefsalıya. O Salyana gələcək. Gedirdi, bütün zəhmətkeşlərlə görüşürdü. Azərbaycan o vaxtlara qədər, 69-cu ilə qədər Azərbaycanda pambıq planını da verə bilmirdi insanlar. Və o insanlarda elə bir ruh yaratdı ki, Azərbaycanda bir səliş əmələ gəldi. Mən özüm elə bir həvəs yarandı ki, 110 kilo pambıq yıxırdım əlimlə. Və insanlarda elə bir həvəs yarandı ki, Azərbaycan günü-gündən həmin dövrdən başladı inkişaf eləməyə. Elə Bilal müəllim, siz danışarkən redaktorumuz söylədi ki, bir videomuz var, elə sizi xatırladacaq, həm də sizə o dövrü xatırladacaq bir videomuz var. Gəlin baxaq görək hansı videodur və hansı fraqmentlərdir orada. Azərbaycan gülşənə dönürəm əllərinlə, hünərlə sevinib alqış deyirik sənə, siyasətin nümunə yolu bu yer üzünə, Özəl babam səni rəhbər seçib özünə, ay aman. Bu büsatın olacaq, çox əsilli, çox illi, Azərbaycan görəcək əbədi müstəqillik. Ey, siyasət dünyasında qızıl adın sözün var, səni ürəkdən sevir, bütün ölkələr xanlayır. Könüllərin, dua deyən dillerin, bütün Azərbaycanımın ümit çırağı salı sən. Yaşa millət atası, Heydər Əliyev yaşa, millətinlə baş-başa, adın çəkiləcəkdir, Azərbaycanla qoşayır. Müşayiətsiz, bu qədər canından oxumağınızın səbəbi Ulu Öndərin baxışları və sizə ötürdüyü gücüdür. Mən buna əminəm. Əlbəttə, məhz elə 69-cu ildən gördüyüm o sevgi idi, məhəbbət idi ki, mən həmişə böyük arzuyla yaşayırdım ki, mən Ulu Öndərimizlə görüşüm, əli-əlimə dəysin. Bir onun mənə qarşı bir yaxşı sözlərini eşidim. Allah onu mənə qismət elədi. Ümumiyyətlə, zaman-zaman, mən bilirsiniz, böyük ustadım Rəşid Bebtovun yaratdığı mahnı teatrının solisti olmuşam və mən gələndən sonra da ta ki Rəşid Bebtov dünyasını dəyişənə qədər o teatrda yəni Rəşid Bebtovun özündən sonra az solist kimi çıxış eləmişəm. Mən çıxış eləyirdim, sonra bir rəqs, sonra Rəşid Bebtov. Rəşid Bebtov proqramlarda olmayanda onun yerini mən bağlayırdım həmişə. Yəni bu tarixdir, sənəti ilə, subutu ilə qalan şeylərdir. Mən həmişə arzu edirdim ki, bəs Ulu Öndərimizin qarşısında çıxış eləyim. Amma bu mənə qismət olmurdu. Həmişə mənim yollarımı kəsirlər. Günlərin bir günü... Kəsməzlər, ola bilər. Yox, nəysə. Zaman gəldi, günlərin bir günü mən Ulu Öndərimizin ən layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandanımız cənab İlham Əliyevin
qarşısında çıxış elədim. Hələ prezident deyildi o vaxtı. Çox gözəl çıxış elədim, səsim də qaydasında idi. Mikrofonu qoydum yerə, mikrofonsuz gözəl bir seygah oxudum. Ortada qəşəng mübərrıq elədim, seygah oxudum, zəngulələr vurdum. Durdu ayaq üstə, alqışladı, qucaqladı, öpdü məni. Sən nə qəşəng oxuyursan. Və o gündən mənə dedi ki, sən bəs nə problemin var sənin, bəs dövlət tədbirlərində niyə yoxsan? Dedim, mən dövlət tədbirim. Dedim, mən hamısını həll eləyəcəm. 2 gündən sonra Gülya Şafiyeva mənə saraydan zəng vurdu. Dedi ki, bizə tapşırığı var ki, bəs Heydər Əliyevin ulu öndərimizin qarşısında mən bir mahnı çıxış eləməliyəm. Və həmin tədbirdə hamı olub orada. Mən həmin tədbirdə başladım çıxış eləməyə. Bədayətən orada da bu Azərbaycan haqqında oxuyanda qatar üstündə. Cəlili var, Zavidi var, Füzulisi, Nizamisi, Nəsimisi, Şirvanisi, Səməd Vurğun, Xəlizar Rəsul Rıza, Anar Elsin, Məmməd Arar, Şəhriyarı, Üzeydi, Bəxtiyarı, Vaqif Şahin Xətaisi deməmişəm mən çoxunu. 9 iqlim torpağı var, bu torpağın, bu millətin Heydər Əliyev kimi atası var, yaşayacaq Azərbaycan. Millət ayaq üstə durub, hamı məni alqışladı. Elə bildim, indi yenə də mahnı ilə deyəcəksiniz, elə şeirlə dediniz. Mən də mahnı gözləyirdim sizin səsinizlə. Səhnədən, tez Gülya Şafiyeva qaça-qaça gəldi ki, bəs Bilal Əliyev hardadır? Tərimi silə-silə çıxdım, dedim, eşidirəm Gülya Xansı. Dedi, Heydər Əliyev xəbər göndərib ki, Bilal Əliyev bir dənə də mahnı oxusun. Nə oxuya bilərsən? Dedim ki, Rauf Hacıyevin Azərbaycan mahnısını oxuyaram. Hə, gözəl, gözəl. Proqram bitəndə finalda. Bir də çıxdım, çıxan kimi, hələ mahnı başlayan kimi bütün zal hamı ayaq üstə durdu, alqışladı məni. İlham da xoşuna gəldi, Ulu Öndər də, Cənab İlham Əliyev də. Hamı qalxdı ayaq üstə. O Azərbaycan mahnısı və məni alqışladılar. Bunlar mənim üçün ən xoşbəxt günlərimdir. Mən heç vaxt bunları, bu qayğını heç vaxt yadımdan çıxara bilməm. Əlbəttə. Sənətə, sənətkara qiymətləndirirdi. Təbii ki, sənəti olan insanlara... Biz çox xoşbəxt sənətkarlarıq hamımız. Heydər Əliyevlə canlı ünsiyyətdə olub qarşısında çıxışlar eləmişik. Yəni sevə-sevə çıxışlar eləmişik və yorulmadan, yəni o qədər ruh, bayaqları hamı bayaqdan danışır. Hamısı o qədər ki, hamısının arxasında bir ruh yüksəkliyi var idi. O da Heydər Əliyevin ruh yüksəkliyi verirdi sənət adamlarına. Mən şəxsən çox sevinirəm ki, əməkdar aktrisa adını, xalq artisti adını Heydər Əliyev imzası ilə almışam. Prezident mükafatı 2002-ci ildə təsis olunanda ilk dəfə 1-ci, 2-ci, 3-cü dərəcəli idi. Mən o vaxt o 7 nəfər idi, 8 nəfər idi 1-ci dərəcəli. Mən onda 1-ci dərəcəli mükafatçı idim. Yəni, çox xoşbəxt sənətkaram. Heydər Əliyev, yəni, tərifi mənim sənətim üzərində olub. Yəni, qiymətləndirib məni Heydər Əliyev. Yəni, ona görə bundan böyük nə ola bilər sənət adamı üçün xoşbəxt. Ulu Öndərin sevib seçdiyi, təsdiq etdiyi sənətkarlar sanki yaradıcılığa bir növ vəsiqə alan, öz yaradıcılığının təsdiqini tapan peşəkarlardır. Əsl sərrast gözü ilə, bir zərgər dəqiqliyi ilə hiss eləyib, yerindəcə qiymətini verməyi bacarırdı Ulu Öndər istedadın və hər musiqiçinin də, hər sənətkarın da yaradıcılığında qeyri-şərtsiz Ulu Öndərə həsr etdiyi heç olmasa bir mahnısı var, bir əsəri var. Məsələn, Avtandil müəllim deyib ki, bir mahnı bəstələyəcəm, bir musiqi bəstələyəcəm, adını Xilaskar qoyacam. Necə oldu o mahnının musiqinin aqibəti? Varmı, hazırdırmı, yoxsa işləyirsinizmi? Elə mən musiqilərimin çoxsunun adı Xilaskardırlar. Aha, bax belə. Orada elə ki, biz cuşa gəlirik, bu bilirsiniz. Bizi cuşa götürən Heydər Əliyev olub. O bizi elə çıxışları ilə oturublar da hamısı bərabər olaraq. Hamımıza elə ruh verirdi ki, istər-istəməz bizdən musiqilər əmələ gəlirdi. Özü, elə mən bayaq axı dedim axı, dedi ki, Avtandil, sənin o rəqslərin var, Kəmalə, Zənfirə, Aynurən, Nazilə, Paskal. Hamısı yerində deyirdi. Yadda qalırdı. Ümumiyyətlə, bütün sənət adamları... Elə bax, bu özü adamı canlandırmaqdır da, ruhlandırmaqdır. Əlbəttə. O qədər bizim də elə fikirlərimiz, o... Mən indi söhbətimdə onu istəyirdim ki, yarım dəqiqədə olsa, onu danışım ki, Naxçıvana gedmək istəyirəm evdən, qayıtdılar, xeyr olar. Dedim ki,
Yaxınlarda mən Naxçıvanda olanda orada dostlarıma söz verdim ki, gəlib biz sizinlə görüşəcəyik. Gedim bir görüşüm olam, hal-ahval tutum. Gəldim Naxçıvana çatan kimi, demək, orada bir Bəxtiyar vardı. İndi sağlı ona can sağlı versin. Çörək Vulkan Məmulatları zavodunun rəhbəri idi. Mən əvvəldən xəbər göndərmişdim ki, götürdü məni tez Heydər Əliyevin otağına gələn kimi aşağıdan bir dəqiqə çəkmədi, mənə qalxırdılar yuxarı. İçəri girən kimi cənab prezidentlə görüşdüm. Vicdan haqqı bu görüş insana hələ bil ki, belə bütün dünyanı bağışladı. Oturduq, biraz söhbət elədik, oradan, buradan. Baxıb görürəm ki, nəsə canlanma gedirdi. O telefonla, bu telefonla, burası telefonla. Bütün hamısı Bakı ilə çalışır. Hesabınıza götürün ki, baxmayaraq ki, bu Naxçıvandadır. Elə bütün Azərbaycanın böyürlüyünü eləyirdi. Təbii ki. O fikirdir ki, məhz bugün hamımız burada bir nəfər kimi alnı açıq, oturmuşuq, qəlbimiz açıq, ürəyimiz geniş, ürəyimiz istədiyi kimi yaşayırıq. Baxmayaraq ki, bu koronavirüs dilləri nə deyirlər? Düzdür. Amma pulumuz cebimizdə, ağlımız başımızda. Bir şikayət eşitmişsiniz ki, bizlərdən, sənətkarlardan şikayət olsun. Qəti ola bilməz. Yeganə şikayət odur ki, səhnəyə çıxmaq istəyir sənətkarlarımızın. Bir dənə o qalıb, ona da bir şey qalmayıb. Azərbaycan ulu öndərimizin qurub yaratdığı məmləkətdir. Azərbaycanda bütün kadrlar hamısı Heydər Əliyev tərəfindən hazırlanıb. Azərbaycana xarici ölkələrə göndərilib, oxutulub, savadlanlar gəliblər, otururlar. Ən böyük zirvə yerlərdə oturan adamlar hamısı Heydər Əliyevin kadrları idi. Ona görə Aftancı müəllim düz deyir ki, Azərbaycanı hələ Naxçıvandan da idarə edirdi. Əlbəttə. O olduğu yer prezident aparatı idi. O olduğu yer ən zirvə yeridir. O olduğu yer Azərbaycanın kürsüsü idi. O özü özlüyündə daşıyırdı o rolu, o funksiyanı. Yəni özü harada var idisə orada Azərbaycan var idi. Azərbaycanını, Azərbaycanlılarını, ən sıravi vətəndaşından tutmuş, ən görkəmli xadiminə qədər hər kəsin dərdinə yaramaq, ona bir çarə tapmaq, ona bir iştirak etmək niyyətində idi Ulu Öndər. Bayaq verilişin birinci səsində bir qonağımız var idi. 1-ci Qarabağ müharibəsinin döyüşçüsü Tuqay Rzayev və biz kadrlara baxırdıq. 97-ci ildə Tuqay Rzaevin toyunda Biləsuvarda iştirak edib Ulu Öndərimiz və bu yeganə fakt deyil. Nasbəri xanımın da iştirak etdiyi bir məclisi olub ki, həmin məclisdə Ulu Öndər iştirak edib və o kimsəsiz bir az təminatlı bir ailənin məclisi idi. Biraz ondan istəyirəm danışaq, Nasbəri xanım. Bilirsiniz, mən ona görə deyirəm ki, o qədər onun bizim məclislərimizdə, bizim tədbirlərimizdə olduğu o gözəl anlar var ki, bu bir verilişə sığan deyil. Ona görə mən imkan verirəm ki, burada bütün sənətkarlarımızın ürəyi doludur. Onların hər biri ilə canlı-canlı, üsiyyətdə olub. Gözəl-gözəl, necə deyim, öz çıxışları ilə hər birimizə ruh verib. Biz, bəli, əlbəttə ki, mən o toy mərasiminə, o imkansızlar idi, biz getmişdik. Deməli, o insanların, həm maddi durumları, çox aşağı idi. Həm doğmaların itirmişdilər, həm əlil idilər. Bilirsinizmi, ona görə mən elə toylara çox getmişəm və təmənnasız... Ona görə də hamı sizi sevir. Çox getmişəm. Yəni bunu saymaqla başa gələn deyil, sadəcə olaraq mən susuram. Heç vaxt onu demirəm. Yəni içimdən gəlmir, onları mən deyim. İndi siz sual verdiniz və onu mütləq danışa bilərəm böyük məlumiyyətlə. Biz o toyu inanın ki, ən dövlətli adamın toyundan daha möhtəşəm eləməyə çalışırdıq. O toyda mən hətta rəqs eləyirdim, o toyda mən o boynu bükük, necə deyərlər, bəyin, gəlinin, onlara elə bir ruh vermək istəyirdim ki, onlar özlərin kimsəsiz hesab eləməsinlər. Və sözsüz ki, bizim çıxışlarımız bitməmiş, bir də gördük ki, Heydər Əliyev girdi içəri. Və əlimdən tutdu, ona görə deyirəm. Dedim, mən səni çox belə məclislərdə eşitmişəm. Belə xeyriyyə işlərinin iştirakçısını eşitmişəm.
Bax, bugün də bir təsdiq oldu. Mən bilmirdim ki, burada sənsən. Həmişə belə ol. Nə qədər belə olsan, o qədər də hər tərəfli xalqın sevimlisi olacaqsan. Amma bir sənətkara xalqın yalnız alqışı deyil, məhəbbəti lazımdır. Gerçək məhəbbəti, içdən gələn məhəbbəti. Biri var ki, səhnədə alqışlayırlar, ola bilsin o alqışın arxasında nələrsə durur. Amma el arasında olmaq, xalqın xeyri ilə, şəri ilə maraqlanıb o xalqın içində olmaq, bu tamamilə başqa sevgidir. Sən bu sevgini qazanmısan. Bilirsinizmi, o qədər mən deyirəm, insana o qədər böyük ruh verilir ki, o qədər sevindirici bir hal olur ki, o gün heç vaxtı mənim həyatımdan, tariximdən, heç vaxtı yadımdan çıxmaz. Ona görə də mənim əlbəttə ki, xeyriyyə konsertlərim olub, əlbəttə ki, xeyriyyə toy mərasimlərim olub, elə insanlar olub ki, heç kim olmuyor. Mən təsəvvür edin, özümlə hətta xahiş eləmişəm, başqa müğənnilər də aparmışam, musiqiçilər də aparmışam. Sözsüz ki, sağ olsunlar, mənim sözümü yerə salmayıblar. Amma o boynu bükük harda varsa, onların başını ucaltmağa çalışmışam. Onların məclislərin böyük bir, varlı bir məclisdən daha möhtəşəm eləməyə çalışmışam. Var olasınız Nasbəri xanım, çox sağ olun. Mərhəmət, insansevərlik, biri-birinə ən çətin məqamda, ən dar məqamda arxa dayaq dayanmaq bizim həqiqətən də millətimizin sahib olduğu ali keyfiyyətlərdir. Bizə böyüklərimizdən, ulu öndərimizdən hətta bir növ təlqin olunan prinsiplərdir, ənənədir. Biz bugün Azərbaycanın qürur duyduğu hər sahənin baş ucunda ulu öndərin imzasını görürük. Azərbaycan elminin nailiyyətləri, iqtisadiyyatımızın nailiyyətləri, Azərbaycan idmançılarının beynəlxalq arenada sərgilədiyi şücaət, Azərbaycanın adına qazandırdığı nailiyyətlər, bizim musiqiçilərimizin nailiyyətləri, teatr xadimlərimizin səhnəyə çıxaraq, bütün potensialını sərgiləyərək özünü səhnəyə, tamaşaçıya, sənətə bir növ fəda etməsi, əgər nəzərimizi biraz daha dərindən yetirsək, Azərbaycanın təşəkkül tapdığı, inkişaf tapdığı bütün dövrlər ərzində ulu öndərin imzası ilə baş tutub bütün bunlar. Azərbaycan bəstəkarlıq məktəbinə göstərdiyi diqqəti, şairlə şair, bəstəkarla bəstəkar, bənna ilə bənna və neftçi ilə neftçi idi ulu öndərimiz. Ona görə də bugün kimə müraciət edirsən, hansı sahənin mütəxəssisinə müraciət edirsənsə, o sahənin mütəxəssisi ən sıravi işçisi belə ulu öndər haqqında çox isti, çox içdən, çox səmimi şəkildə öz sevgisini ifadə edir. Azərbaycanın bir gənc ifaçılar pleyadası var idi ki, onlar prezident mükafatçısı idilər. Bugün artıq öz təsdiqini tapan ifaçılardır. Biz qonaqlarımızla bərabər ulu öndərimizin əziz xatirəsini yad etdik və əlbəttə bütün bu deyilənlərdən sonra biz verilişimizi yalnız ulu öndərin kəlamı ilə bitirə bilərik. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.